Salam olsun izləyicilərimizə. Bu gün 2018-ci ilin ümumi qabiliyyət imtahanı riyazi hissəsinin suallarını təhlil edəcəyik. Əgər videonu bəyənsəz, videoya like atmağı, kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Əlaqə saxlamaq istəyənlər videonun açıqlama hissəsindəki əlaqə məlumatlarını istifadə edə bilərlər. 41-ci sualda miqdar müqayisəsindən başlaya bilərik. 1-ci və 2-ci sinifdə birlikdə 65, 1-ci və 3-cü sinifdə 60, 1-ci və 4-cü sinifdə isə 55 şagird vardır. Açıq-aydın buradan görürük ki, əslində hər bir toplama əməlində, yəni 1-ci və 2-ci siniflərin şagirdlərinin toplam sayında, eynilə digərlərində hər birində 1-ci sinifin şagirdlərinin sayı var. Və geriyə qalanlarda da hansındakı cəm böyükdür, deməli digər toplanan digərlərindən böyükdür. Yəni burada 65-dir cəm, burada 60-dır, burada 55-dir. Deməli 2-ci sinifdə 3-cü sinifdən çoxdur, 3-cü sinifdə də 4-cü sinifdən çoxdur. Belə göstərə bilərik. Hətta dəyişənə ehtiyac yoxdur. Yəni 1 topla 2 65-ə bərabərdirsə, onda yaza bilərik də 2-ci sinif bərabərdir 65 çıxılsın 1-ci sinif. Eyni qaydada 1 topla 2-ci sinif daha aydın olmaq üçün yazaq bunları. 2-ci yox da doğrusu 3-cü sinif bərabərdir 60. Deməli 3-cü sinifdəki uşaqların sayı bərabərdir 60 çıxılsın 1-ci sinifdəki uşaqların sayına. 1-ci sinif üstəgəl 4-cü sinif bərabərdir 55-dirsə, 4-cü sinifdəki uşaqların sayı bərabərdir 55 çıxılsın 1-ci sinif. Açıq-aydın görürük ki, 2-ci sinif 65 çıx 1-dir. Yəni hər dəfə eyni sayda uşaq çıxırıq. Deməli 2-ci sinif 3-cü sinifdən 5 vahid çox uşaq var. 3-cü sinifdə də 4-cü sinifdən 5 vahid çox uşaq var. Deməli, belə uşaq saylarının müqayisəsini belə yaza bilərik. İndi bizdən soruşur ki, 3-cü və 4-cü siniflərdə şagirdlərin ümumi sayı, yoxsa 2-ci və 3-cü siniflərdə? Burada da görürük ki, biz 2-ci və 3-cü siniflərdə hər ikisində 3-cü sinif var və birində üstünə 4-cü sinifi gəlir, birində üstünə 2-ci sinifi gəlir. Deməli, 2-ci sinifdə uşaq sayı 4-dən çox olduğuna görə və hətta 10 vahid çox olduğuna görə cavab olacaq B variantı. Hətta 10 vahid böyük olduğuna tapa bilirik bu sayədə. İndi, baxaq 42-ci suala. Hər hansı x, y və z ədədləri üçün x, y, z ulduz bərabərdir x üstəgəl 3y çıx 2z. Yəni, belə bir əlaqədir bu üç ədəd arasında. Hansındakı birinci arqumenti 1-ə, üstəgəl ikinci arqumenti 3-ə, çıx üçüncü arqumenti 2-yə vurmalıyıq. İndi burada A, B və 4 üçün bu ifadəni yazaq. Nə olacaq? Hətta başdan da yazaq belə A, B, 4 ulduz bərabərdir. Deməli, A üstəgəl 3B çıxılsın 2 vur 4, yəni 8. Ondan sonra A, B, 3 ulduz bərabərdir A üstəgəl 3B çıxılsın 2 vur 3-dən 6. Açıq-aydın görürük ki, burada bundan 2 vahid kiçikdir. Niyə? A üstəgəl 3B hissələri onsuz da bir-birinə bərabərdir. Sonra bunu 8 vahid azaldıb, bunu 6 vahid azaldıb. Hətta bunu belə də yazaq, lap aydın olsun. A üstəgəl 3B çıx 6 çıx 2. Görürük ki, bu hissələrdən bu hissələr tamamilə bir-birinə bərabərdir və burada bir də 2 çıxıbdır. Deməli, nəymiş? B A-dan 2 vahid böyükdür. Hətta böyükdür, hətta 2 vahid böyükdür. 43-cü suala baxaq. Bərabəryanlı düzbucaqlı üçbucaqdan dairə kəsilmişdir. Onun diametrinin uzunluğu düzbucaqlı üçbucağın katetinin uzunluğundan 2 dəfə kiçikdir. Üçbucağın qalan hissəsinin sahəsi, kəsilmiş dairənin sahəsi. Birinci gəlin üçbucağın sahəsini tapaq, yəni dəyişənlə ifadə edib, sonra da üçbucaqdan dairənin çıxaq, rəngli hissənin sahəsini tapaq. İndi üçbucağın sahəsi. Birinci tərəfə tutaq ki, nə deyir bizə? Diametrdən 2 dəfə kiçikdir. Onun diametrinin uzunluğu düzbucaqlı üçbucağın katetinin uzunluğundan 2 dəfə. Yəni, bura 2x desək, diametr x olacaq, radius da x bölü 2 olacaq da.
İndi üçbucağın sahəsi nəyə bərabərdir? Bərabəryanlı üçbucaq olduğuna görə burada 2x olacaq. Yəni katetlərin hasilinin yarısı. 2x-in 2x hasili 2x kvadratı bölünsün 2. O da 4x kvadratı bölü 2. O da eləyəcək 2x kvadratı. Deməli, üçbucağın sahəsi 2x kvadratıdır. Tərəfi 2x götürəndə. İndi tərəfi 2x götürəndə dairənin sahəsi nə qədər olur? Tərəf 2x-dirsə, diametrdən 2 dəfə böyükdür də tərəf. Deməli, diametr x-dir. Radius nəyə bərabərdir? X bölünsün 2-yə. Deməli, dairənin sahəsi nəyə bərabərdir? S dairə pi r kvadratıdır. Yəni, pi vurulsun x bölünsün 2-nin kvadratına. Yəni, o da pi vurulsun x kvadratı böl 4-dür. Hətta burada pi-ni də sürətdə yazaq. Pi x kvadratı böl 4. İndi qalan hissənin sahəsini tapmaq üçün də S üçbucaqdan S dairəni çıxmalıyıq. S, bu da qalan olsun. 2x kvadratı çıxılsın. Pi x kvadratı böl 4. İndi bunların 2x kvadratının məxrəci 4 olan sürət şəklində göstərək. Yəni, buna 1 böl 1-də 2x kvadratı kimi baxsaq, həm sürət, həm məxrəci 4-ə vursaq, olacaq nə? 4-də 8x kvadratı. Həmin 2x kvadratını 4-ə vurmağın çox vaxt elənən şeyin mənası budur. Çıxılsın, 4-də hətta bir kəsr şəklində yaza bilərdik. Çünki məxrəclər onsuz da eynidir. O da bərabər olacaq nəyə? 4-də 8x kvadratı çıxılsın pi x kvadratı. O da bərabərdir. Hətta x kvadratını mötərizə xaricinə çıxardaq. Burada 8 çıxılsın pi-yə. İndi bizdən nəyə soruşur? Üçbucağın qalan hissəsinin sahəsi, yoxsa kəsilmiş dairənin sahəsi? Üçbucağın qalan hissəsinin sahəsi görürük ki, budur. Burada əldə elədiyimiz ifadədir. Yoxsa kəsilmiş dairənin sahəsi. O da budur. Fikir verin, məxrəclər eynidir. 4, 4-dür. Hər ikisində x kvadratı var. İndi pi mi böyükdür, yoxsa 8 çıxılsın pi mi böyükdür? Pi 3 tam təxmini 3 tam %14-dür. 8-dən pi çıxanda da pi 4-dən kiçik olduğuna görə 8-in yarısından, yəni 4-dən böyük eləyəcək. Təqribi 4 tam %86 eləyəcək. Deməli, dairənin qalan hissəsi, yəni üçbucağın qalan hissəsinin sahəsi böyük olacaq. Bu da belə. Yəni, təbii ki, burada üçbucağın yan tərəfinə müəyyən bir qiymət verə bilərdiniz. Eyni şey alacaqdınız onsuz, eyni bir nəticəni. Amma dəyişənlə elədiyiniz halda sualı təkcə həmin götürdüyünüz variant üçün yox, ümumi bir, bütün hal üçün, yəni bütün x-lər üçün ödənmiş olursunuz, yəni eləmiş olursunuz sualı. Ona görə bu variantla işləmək daha yaxşıdır və sizi daha çox inkişaf elətdirəcək. Deməli, olacaq cavab A. Baxaq 44-cü suala. A üstəgəl B sıfırdan böyük, B üstəgəl C sıfırdan kiçikdir, A və C-ni müqayisə edin. Sadə bir şifahi həll deyəcəm. Fikir verin, hər iki bərabərsizlikdə sol tərəfdə B var və birində üstünə A, birində C gəlir. Hansıları ki, biz müqayisə eləməliyik onsuz. Fikir verin, B-nin üstünə A-nı gələndə müsbət bir ədəd alınır. Amma B-nin üstünə C-ni gələndə mənfi bir ədəd alınır. Buradan yalnız və yalnız o nəticəni çıxartmaq olar ki, A C-dən böyükdür. Ki, B-nin üstə A gələndə daha böyük bir ədəd alırıq. B-nin üstə C gələndə daha kiçik, yəni mənfi bir ədəd alırıq. Ona görə A böyükdür. Cavab olacaq A. 45-ci sual. Mağazada dəftərlər 2 gün ərzində satılırdı. Birinci gün hər dəftərin qiyməti 50 tetri, ikinci gün isə 40 tetri idi. Mağazada satılmış dəftərlərin orta qiyməti yoxsa 45 tetri mi? Təbii ki, burada müqayisə eləmək mümkün olmayacaq. Nəyə görə? Çünki birinci gün dəftərin qiyməti 50 tetridir və bir dənə dəftərin satılan dəftərin sayını biz bilmirik. X ilə ifadə eləyək. İkinci gün satılan dəftərin sayını Y ilə ifadə eləyək. Onda mağazada satılmış dəftərlərin orta qiymətini tapmaq üçün bütün dəftərlərin satışından əldə olunan gəlir, yəni birinci gün nə qədər gəlir əldə edildi? Biri 50 qəpikdənsə X sayda dəftər satıldı, 50X
topla, ikinci gün biri 40 qəpikdən satılmış Y dəftər 40 Y. Bunu da nəyə böləcəyik? Onların sayına. X dəftər, Y dəftər toplamda X üstəgəl Y dəftər. Və bizi nə ilə müqayisə eləməyimizi istəyir? Bu mu yoxsa 45 tetrimi böyükdür? 45 tetrimi böyükdür. İndi gəlin hər tərəfi götürək X üstəgəl Y-ə vuraq. Həm buranı, həm buranı. Təbii ki, müsbət olduğuna görə burada bərabərsliyin heç bir işarəsi yoxdur. Amma müsbət də vururuq hər bir tərəfi. X üstəgəl Y-ə. Bura X üstəgəl Y-dən xilas olacaq. 40Y. Burada da belə bir ifadə olacaq. 45 X topla 45 Y. Təbii ki, buradan açıq aydın görünür ki, iki dəyişənli bir bərabərsizliyimiz var. Müəyyən hallarda bu böyük olacaq, müəyyən hallarda bu böyük olacaq, hətta bəzi hallarda bir-birinə bərabər olacaq. Həmin halları görmək üçün, məsəl üçün, maraqlandırır ki, nə vaxt bunların orta qiyməti 45 tetrdən böyük olur. Götürüb buna böyük işarəsi qoyduq. İndi bərabərsizliyi əldə edirik. X-ləri bir tərəfə yığdıq. 5X 40Y digər tərəfə keçirdik. 5 Y-dən. Hər tərəfi 5-ə böldük, müsbət bir ədədə. X böyükdür Y-dən. Aha, nə görmüş olduq indi biz burada? Nə vaxt ki, birinci gün, yəni 50 qəpiyə satılan dəftərlərin sayı 40 qəpiyə satılan dəftərlərin sayından çox olacaq, onda mağazada satılmış dəftərlərin orta qiyməti 45-dən çox olur. Və nə vaxt kiçik olacaq? İndi yenə burada da buna kiçik işarəsindən eləyirik. 50X topla 40Y kiçikdir 45X topla 45Y. Yəni, nə vaxt satılmış dəftərlərin orta qiyməti 45 qəpikdən kiçik olur. O da, təbii ki, yenə eyni şey edirik. 5X kiçikdir 5Y-dən, X kiçikdir Y-dən. Aha, onda başa düşürük ki, ikinci gün satılan dəftərlərin sayı, yəni Y X-dən böyük olanda, birinci gün satılan dəftərlərin sayından çox olanda, orta qiymət nə olmuş olur? 45-dən kiçik olmuş olur. Normalda, yəni, həqiqətən də ucuz dəftərlərin sayı, baha dəftərlərin sayından az olanda, onda ortalama 45-dən kiçik olur. Əgər 45 bu ikisinin ortalamasıdırsa, 50 ilə 40-ın ortalaması olduğuna görə belə olur. Bərabər olan halda da X bərabər Y olacaq. Yəni, nə vaxt ki, 50 qəpiyə satılan dəftərlərin sayı 40 qəpiyə satılan dəftərlərin sayına bərabər olacaq, onda həmin ortalama da 45-ə bərabər olur. Amma verilən şərtlər altında cavab C-dir. İndi 46. Düzbucaqlı paralelipedin hündürlüyü onun oturacağının enindən 2 dəfə artıq, ancaq oturacağının uzunluğundan 2 dəfə azdır. Kubun tilinin uzunluğu bu düzbucaqlı paralelipedin hündürlüyünə bərabərdir. Düzbucaqlı paralelipedin həcmi yoxsa kubun həcmi? İndi gəlin belə bir şey eləyək. Hündürlük paralelipeddə 2x olsun. Nə deyir? Oturacağının enindən 2 dəfə artıq. Yəni, n nə olacaq? X olacaq. Ancaq oturacağının uzunluğundan 2 dəfə azdır. Uzunluqdan da 2 dəfə az olduğuna görə uzunluq bundan 2 dəfə çoxdur. Yəni, 4x. Yəni, bununla da həmin düzbucaqlı paralelipedin 3 dənə fərqli ölçüsünü tapmış olduq. İndi kubda, kubun tilinin uzunluğu nəyə bərabərdir? Bu düzbucaqlı paralelipedin hündürlüyünə, yəni 2x-ə bərabərdir. İndi bunların həcmlərini müqayisə eləməliyik. V paraleliped, H ilə ifadə eləmək nəsə V ilə yazdım. V paraleliped nəyə bərabərdir? Həmin ölçülərin hasilinə x vurulsun 2x vurulsun 4x. O da bərabər nəyə? 8x-in kubuna. Kubun həcmi nəyə bərabərdir? O da 2x-in kubuna. O da 8x kub eləyəcək də. Onda deməli, bu həcmlər bir-birinə bərabərdir. Cavab da olacaq C variantı. Baxaq 47-ci suala. Tərəzinin bir boşqabında 2 eyni cür bal ilə dolu bərni və 400 qramlıq çəki daşı, ikincidə isə 3 kiloqramlıq və 1 kiloqramlıq çəki daşları vardır. Tərəzi tarazlıq vəziyyətindədir. Bu bal ilə dolu bərninin çəkisi nəyə bərabərdir? İndi fikir verin, burada çox asan bir sualdır əslində, amma bizə şey nəzərə almaq lazımdır. 2 dənə kütlə vahidi var. Biri qramdır, biri kiloqramdır. Yəni, bu ikisini toplayıb 4 eləyəsiniz kiloqram. Amma belə bir şey yaza bilmərik də. 2x, yəni bal bərnisinin çəkisinə x dedik. Topla 400 bərabərdir 4. Bu tamamilə səhv bir şeydir.
indi burada nə nəticəyə çıxmaq olar? 2x mənfi 396-ya bərabər 4 çıx 4-də. Eyni uzunluq vahidlərinə çevirib tənqid elə həll eləmək lazımdır. Deməli, yenə 2x, deyək ki, buradakı 4 kiloqramı qrama çevirək. Kəsr ədədlə işləməyək. 400 qramı kiloqrama çevirsək, 0,4 kiloqram edir. Nəysə, gəlin kiloqramı qrama çevirək. Yəni 2x üstə gəl 400. Burada bilirik ki, bu 400 qramdır. Bərabərdir. 4 kiloqramın da 4000 qramdır. Artıq hər ikisi qram olduğuna görə doğru bir tənqid əldə edirik. 2x bərabərdir 4000 çıxılsın 400. 2x bərabərdir 3600. Hətta burada qramını da yazaq, yadımızdan çıxmasın. Niyə? X də bərabərdir 1800 qram. İndi fikir verin, amma həmin bal ilə dolu bərinin çəkisini bizə kiloqram qram vasitəsilə veriblər. Yəni 1800 qramı da kiloqram qrama çevirmək üçün 1000-ə bölürük. Yəni 1 kiloqram 1000 qram olduğuna görə. 1800 də 1000-ə böləndə cavab 1 eləyir. Həmin qismət bizim kiloqramımız olacaq. Alınan qalıq da, yəni 800 də qramımızdır. Deməli, bərdinin çəkisi 1 kiloqram 800 qramdır. Cavab B. Baxaq 48-ci sualı. Əgər x bərabər -2, onda -3x kvadratının qiymətini tapın. Dəyişənin qiymətini veribdir bizə. İfadənin yerində qoyaq dəyişənin qiymətini. Yəni, bundan sadə sual düşə bilməz. Deməli, -3 vurulsun x nəyə bərabərdir? -2. -2-nin kvadratına. O da bərabərdir -3 vurulsun 4. Bu vurmadır, bu mənfidir. -3-də 4-ə vuranda -12. Cavab B. 49. Düzbucaqlının perimetri 18 cm-dir. Əgər onun tərəflərinin uzunluğu santimetrlərlə tam ədədləri əks etdirirsə, yəni tərəflərinin uzunluğu tam ədəddir. Kəsr ədəd ola bilməz. Bu düzbucaqlının sahəsi maksimum nəyə bərabər ola bilər? Aha, indi bir dənə düzbucaqlı çəkək. Ümumiyyətlə, düzbucaqlının perimetr düsturunu bilməliyik əzbərə. Yəni, bu imtahana giririksə, sadə bir düsturdur. Nədir? 2 vurulsun A üstə gəl B. Bərabər olub 18-ə də. Deməli, A üstə gəl B, yəni həmin iki qonşu tərəfin cəmi, hansılar ki, vasitəsilə biz sahəni tapırıq da. A üstə gəl B bərabər olub 9-a. Eləmi? Yəni, həmin iki tərəf cəmi 9-a bərabərdir ki, perimetr 18 olsun. Burada B-dir. İndi cəmi 9-a bərabər olan tərəflərdə sahə maksimum nəyə bərabər ola bilər? Amma onlar tam ədədlərdir. Hətta natural ədədlər desək daha doğru olar. Onsuz da mənfi ədəd ola bilməz tərəf və yaxud da 0 da ola bilməz. Həmin tərəflər n və uzunluq bir-birinə nə qədər yaxındırsa, sahə də bir o qədər böyük olacaq. Yəni, bu əslində bir ucu da törəməyə girib çıxır, amma nə isə sadəcə onu bilin ki, onsuz da yoxlayanda da görəsiniz. Məsəl üçün, 1-lə 8 ola bilər cəmi 9 olmaq üçün. Yoxlayanda 1-i 8-ə vuranda nəyə bərabər olur? 8-ə bərabər olur sahə. Amma maksimum deyil. Ən çox dediyim nətər olacaq? Həmin n və uzunluq bir-birinə nə qədər yaxındırsa, sahə də bir o qədər böyük olur. Cəm dəyişməyəndə. 2 ilə 7 cəmi 9-dur. Fikir verdiniz, bir-birinə yaxınlaşdı, sahə artdı. 3 vur 6, bir-birinə daha da yaxınlaşdı, sahə yenə artdı. 4 ilə 5, yenə yaxınlaşdılar, yenə artdı, 20. Və maksimum nə vaxt olacaq? İndi, yəni bizim sualımıza görə maksimum budur, tam ədədlərdir 20, bunu qeyd edək. Amma tam ədəd olmasaydı, hansı ki, heç bu ümumi qabiliyyət imtahanı proqramına düşmür onsuz da, onlar bir-birinə bərabər olanda, yəni bu kvadrat olanda, perimetr 18 olan kvadrat olanda, deməli tərəf 4,5, 4,5 olmalıdır. Yəni onun kvadratı da eləyəcək 20 tam %25. Deməli, əslində tərəflər tam olmasaydı, maksimum sahə 20 tam %25 olardı. Amma tam olduğuna görə budur vəziyyət 20-dir. Onu da qeyd elədik. A natural ədəddir, B isə elə sadə ədəddir ki, A və A üstə gəl 5 B-yə qalıqsız bölünür. B nəyə bərabərdir? İndi, burada bir şeyi fikirləşməliyik. A əgər B-yə qalıqsız bölünürsə və A üstə gəl 5 də B-yə qalıqsız bölünürsə, indi burada
nə başa düşürük? Yəni A-nın üstə 5 gələndə yenə B-yə qalıqsız bölünən bir ədəd elədik. İndi burada B nəyə bərabərdir? B 2-yə bərabər ola bilərmi? Əgər A B-yə qalıqsız bölünürsə, A B-yə qalıqsız bölünürsə, deməli B 2-yə bərabər olsa A üstə gəl 5 də B-yə qalıqsız bölünəcək? Yox, təbii ki, yox. Niyə? A-nın üstünə 2-nin qatlarını gəlməliyik ki, təkcə 2 yox, ümumiyyətlə başqa bir ədəd də olsa B. Onun qatlarını gəlib, natural qatlarını, ya da natural qatlarını çıxmalıyıq ki, yenə B-yə qalıqsız bölünsün. Yəni, nəzərdə tutduğum şey nədir? Misaldan biraz qopaq, nümunə ilə göstərim, daha yaxşı başa düşməyimiz üçün. Məsəl üçün, tutaq ki, 8 2-yə qalıqsız bölünür. 8 vasitəsilə, yəni 8-in üstünə 2-nin natural qatlarını 2, 4, 6, 8, 10, 12 belə gələndə də 2-yə qalıqsız bölünəcək və onları çıxanda da 2-yə qalıqsız bölünəcək. Amma fikir verin, A-nın üstünə 5 gəlibdir. Bu 2-nin natural qatıdırmı? Yox. Deməli, A-nı B-yə böləndə, yəni 2-yə böləndə qalıqsız bölünürsə, A üstə gəl 5-i 2-yə böləndə qalıqsız bölünməyəcək. Qalıqda 1 alınacaq. 3 ola bilərmi B? Yox. A əgər qalıqsız bölünürsə, A-nın üstünə 5 gələndə 5 3-ün qatı olmadığına görə qalıqda 2 alınacaq. Niyə? Çünki 5-in 3-ə bölünməsindən alınan qalıq 2-dir. Tam tərsini də eləyə bilərsiniz. Yəni, əgər A üstə gəl 5 2-yə bölünürsə, ondan 5 çıxanda da 2-yə bölünməyəcək A-nı əldə eləmək üçün. Fərqi yoxdur. Amma 5, əgər ədəd A B-yə, yəni 5-ə bölünürsə, A üstə gəl 5-ə də bölünəcək də 5-in natural qatını, yəni üstünə 1 vur 5 gəldik. Təbii ki, qismət bir vahid artacaq, 5 olacaq. Aha. A 7-yə qalıqsız bölünürsə, üstünə 5 gələndə qalıqda 5 alınacaq. A 11-ə qalıqsız bölünürsə, üstünə 5 gələndə yenə qalıqda 5 alınacaq. Deməli, cavab C-dir. Əgər sürəti saatda 36 km/saata bərabərdirsə, maşının yük avtomobili 3 dəqiqədə neçə metr gedə bilər? Yəni, zaman vahidi və uzunluq vahidini dəyişməliyik sadəcə bu misalda. 36 kilometri 1 saata, yəni 36 kilometri neçə dəqiqəyə gedir? 60 dəqiqəyə. Hətta bu 36 kilometrdə metrə çevirək indi, minə vuraraq. Deməli, 36.000 metri 60 dəqiqədə gedirsə, heç bir dəfəlik 1 dəqiqədə neçə metr yox, bir dəfəlik ilə 3 dəqiqədə neçə metr, bəs 3 dəqiqədə neçə metr gedər? O da x metr olsun. Düz mütənasib asılılıqda çarpaz vuracaq. Nə olacaq? 36.000 vurulsun 3 bərabərdir 60. X-ə x bərabərdir 36.000 vurulsun 3 bölünsün 60-a. Digər tərəfə keçirdik 60-ı. 36.000-dən 60 ixtisar gedəndə birinci sıfırları gedir. Sonra 6-ya 600 qalacaq. 600-ü də 3-ə vuranda, deməli 3 dəqiqə nə gedirmiş? 1800 metr gedirmiş. 1 dəqiqədə 600 metr. Bizdən heç onu soruşmur. Cavab olacaq C. İndi baxaq göstəricilərin təhlilinə. Ölkədə istehsal olunan meyvənin əsas hissəsini alma, armud, sitrus və şaftalı təşkil edir. Onlardan alma, armud və şaftalı ölkənin bütün regionlarında yetişdirilir. Sitrus isə ancaq cənub regionlarında yetişdirilir. Bu əsas məsələdir. Fikir verin, altından qara ilə də qalın hərflərlə çəkiblər ki, bu əsas məlumatdır. Sitrus isə ancaq cənub regionlarında yetişdirilir. Sol diaqramda ölkənin cənub regionlarında yetişdirilən meyvənin ümumi miqdarının neçə faizini həmin regionlarda yetişdirilən sitrusun, almanın, armudun və şaftalının miqdarının təşkil etdiyi göstərilmişdir. Sağ diaqramda isə bütün ölkə üçün analoji göstəricilər təqdim edilmişdir. Yaxud ölkənin bütün regionları nəzərə alınmaqla. Deməli, bu cənubdur. Burada ölkənin bütün regionlarındakı həmin meyvə növlərinin faiz göstəricisidir. Deməli, indi baxın, buradakı dediyim kimi önəmli məlumatdır. Sitrus isə ancaq cənub regionlarında. Yəni, buradakı sitrus elə bərabərdir buradakı sitrusa. Çünki şimal regionda ümumiyyətlə sitrus yetişdirilmir də, yəni dediyinə görə. Deməli, bura
Tutaq ki, cənub regionunda yenə dəyişənlə işləyəcəm, müəyyən bir say götürməyəcəm. Deməli, dəyişən x qədər meyvə yetişdirilsin cənub regionunda. Bütün ölkə üzrə də y qədər meyvə yetişdirilsin. İndi gəlin x-in y-ə nisbətini nə vasitəsindən tapaq? Bu sitrusu istifadə eləməklə. Biz bilirik ki, x-in 30%, yəni cənub regionundakı meyvələrin 30%-i sitrusdur. Yəni x-in 30% nətərdir? 0,3x bərabərdir. Bu bütün regiondakı sitrusa bərabərdir. Yəni çünki təkcə cənubda yetişdirilir sitrus. Burada da nədir? 0,20%. Sitrus bütün meyvələrin 20%. Yəni y-in 20%-i 0,2y. Deməli, x-in y-ə nisbətini tapaq indi gəlin buradan. X bölünsün y bərabərdir 0,2. 0,3 də digər tərəfə keçirdiyində 0,2 böl 0,3. Gəlin burada hər tərəfi 10-a vuraq, kəsrlərdən xilas olaq. O da bərabərdir 2 böl 3-ə. Deməli, cənub regionda yetişdirilən bütün meyvələr qalan bütün regionlarda yetişdirilən meyvələrin 3də 2-sini təşkil edir. Yəni, hətta bunları eyni bir dəyişənlə ifadə eləsək, lap əla olar. Yəni, x-ə götürüb 2k desək, y-ə də 3k desək. Həqiqətən də onların nisbəti 3də 2 olacaq da, 2-nin 3-ə olacaq. Deməli, buna 2k deyək, buna 3k deyək və bu bizə bütün suallarda da böyük ehtimal lazım olacaq. İndi suallara baxaq. Ölkənin cənub regionlarında yetişdirilən armudun və şaftalının ümumi miqdarı həmin regionlarda yetişdirilən almanın miqdarından neçə dəfə artıqdır? Yəni, burada ümumiyyətlə heç buna ehtiyac yoxdur. Çünki faizlərin bir-birindən neçə dəfə artıq olduğuna baxacaq. Armud və şaftalının ümumi miqdarı. Armud və şaftalı, baxaq, armud 25%-dir, şaftalı 20%-dir. Deməli, onların faiz göstəricisi toplamda 45%-dir. Həmin regionlarda yetişdirilən almanın miqdarından. Alma da 15%-dir. Yəni, neçə dəfə artıq deyəndə bunları da bir-birinə bölürük. İstəyirsiniz 0,45x bölünsün 0,15x yaza bilərsiniz. Heç bir fərqi yoxdur. Yəni, meyvələrin miqdarının nisbəti nədirsə, faiz göstəricilərinin nisbəti də o olacaq onsuz da. O da ixtisar gedir 15-ə, 3 qalır. Deməli, 3 dəfə artıq imiş armud və şaftalının miqdarı. Əgər sitrusun ümumi məhsulu 60.000 tonu təşkil etdiyi məlumdursa, ölkədə cəmi neçə min ton şaftalı yetişdirmişlər. Əgər sitrusun ümumi məhsulun 60.000 tonu. Deməli, sitrus 60.000 tondur, şaftalı isə neçə ton olduğu. Yəni, sitrus bu meyvələrin 20%-dir, şaftalı isə 15%-dir. Yəni, y-in, hətta belə tapaq, 0,2y, yəni bütün meyvələrin 0,2 isə sitrusdur və o bərabərdir 60.000 tona. 60.000 yazaq buna da belə. Deməli, bizə soruşur ki, 0,15y, yəni şaftalı neçə min tondur? Əslində, bunu sadə tənasüblə də yaza bilərik, belə də yaza bilərik. Nə fərqi var? Bunu, deməli, onda y bərabər olacaq. Bunu 5də 1 kimi nəzərə alsaq, 60.000 bölünsün 5də 1. O da elə 60.000 vur 5də 1-dir. Kəsirdə, adi kəsirdə bölmədən vurmaya, vurmadan da bölməyə keçəndə onun tərsini yazırıq. Tərsini yazırıq dedim, özünü yazdım. Vur 5. Deməli, 300.000 olacaq. Bütün meyvənin miqdarı. Belə yazaq. Deməli, onda 0,15y, yəni həmin 300.000-in 15%. Şaftalların miqdarı nə qədərdir? 300.000-in 15%. %15-i. Ədədin faizinin tapılması. İndi bu 100 ilə buradan 2 dənə 0 getdi. 3.000-i də 15-ə vuranda, 10-a vuranda eləyir 30.000, bir də 5-ə 45.000. 45.000 ton. Şaftallar deməli 45.000 ton. 1000 tonla verilib cavab, deməli 45. Sadə bir tənasüblə deyə bilərdik. Nətər? Yəni 20%-ə eyni şeydir onsuz da, fərqi yoxdur.
20%-ə 60 min düşübsə, 20%-ə, hətta neçə min olduğunu bir dəfəlik 60 yazaq. Çünki orada da 1000 tonla verilib cavab. 15%-ə neçə min ton olacaq? Orada x min ton olsun. Buradan da sadə şəkildə 20x bərabərdir 15 vurulsun 60 olacaq. X də bərabər olacaq. Buradan 900 gəlir. 900 bölünsün 20-yə. O da bərabər olacaq 45-ə. Eyni şeydir. Hətta belə tapanda heç ümumi məhsulu tapmış olmuruq. 300 min tondan. Heç ehtiyacımız da yox idi onsuz da. Hansı rahatlıqla onunla eləyin. Deməli, bütün ölkədə yetişdirilmiş, fikir verin. Hətta bu iki sualda ümumiyyətlə başda elədiyim şey ehtiyac olmadı elə başda elədiyim məlumatları istifadə eləməyə. Böyük ehtimal lazım olacaq. Çünki o məlumatı bizə boş-boşuna verməyibdi. Bütün ölkədə yetişdirilmiş meyvənin ümumi miqdarı cənub regionlarında yetişdirilmiş meyvənin ümumi miqdarından neçə dəfə artıqdır? Elə dedim də, gəldi də. Bütün ölkədə yetişdirilmiş meyvənin ümumi miqdarını 3K ilə əvəzlədik. Həmin şey 2K-dan neçə dəfə artıqdır? 3K bölünsün 2K. Sadə bir şəkildə bayaq nisbətləri tapmışdıq. İndi K-lar ixtisar getdi. 3 bölü 2 1,5 dəfə artıqdır. İndi baxaq 55-ci suala. Sadalananlardan diaqram üzrə hansı cümlə düzgündür? Ölkənin cənub regionlarında ölkənin qalan regionlarındakı qədər armud yetişdirilir. Cənub regionda qalan regionlardakı qədər armud yetişdirilir. İndi qalan region, yəni şimal regionlarını nəzərdə tutur. Bütünü demir ha bizə. Ölkənin cənub regionunda armud nə qədərdir? 2K-nın 2K ilə ifadə eləmişdik də. 2K-nın 25% nə qədər eləyəcək? 2K-nın 25%, yəni %25-i. Hətta buna 1/4 deyək. İxtisardan sonra. O da 2 ilə də 4 ixtisar getsə, K bölü 2 qədər armud yetişdirilir cənubda. Bizə nə deyirdi? Regionlarındakı qədər armud yetişdirilir. Cənub regionda, qalan regionlarda, yəni şimal regionu. İndi bütün regionlarda nə qədər armud yetişdirilir, onu tapaq. Ondan da cənub regionuna çıxanda qalan regionda yetişdirilmiş armudların miqdarını tapacaq. Yəni hər variantı analiz eləmək istəyirəm. Bir dəfəlik düzə keçmək istəmirəm. İndi bütün regionlarda 3K qədər meyvə var. Onu başda hesablayaraq tapmışdıq. Təkcə x ilə y ilə işləmirik, yəni artıq bir dəyişənlə işləyirik. 3K armudun 25%-i, %25-i, yenə 1/4-ə ixtisar olacaq bunlar. 3K-nın da 1/4-i elə 3K bölü 4 olacaq və yaxud da 4/3K. İndi bütün regionlarda da 4/3K qədər armud yetişdirilir. Qalan regionlarda nə olacaq? Bütün regionlardakından çıxacaq cənub regiondakı armudların miqdarını. Ortaq məxrəc elə 4-ün özüdür. Bunun həm sürətindən məxrəcini 2-yə vuraq. Deməli 3K 4 2K bölü 2 bağışlayın, burada 4 olasıdır. Deməli 4-də indi eyni sürətdə yazaq. 3K çıxılsın 2K. Bu çıxmadı. Deməli qalan regionlarda K bölü 4 qədər. Demişdik cənub regionlarında nə qədərsə, qalan regionlarda da o qədərdir. Amma görürük ki, K bölü 2-dir burada. Cənub regionlarında, başqa regionlarda onun yarısı qədər. K bölü 4 qədər. Deməli düzgün informasiya deyil o. Baxaq B-yə. Həm cənub regionunda, həm də bütövlükdə ölkədə yetişdirilən sitrusun və şaftalının ümumi miqdarı qalan meyvənin ümumi miqdarından artıqdır. Həm cənubda, həm də bütövlükdə, yəni o iki diaqram üzrə sitrus və şaftalı qalan meyvədən, yəni baxaq B variantına. Həm cənub regionunda, həm də bütövlükdə ölkədə yetişdirilən sitrusun və şaftalının ümumi miqdarı qalan meyvənin ümumi miqdarından artıqdır. Həm cənubda, həm də bütövlükdə, yəni o iki diaqram üzrə sitrus və şaftalı qalan meyvədən artıqdır. Sitrus və şaftalıya baxanda cənub regionunda 30% sitrusdur, 21% şaftalıya uyğun gəlir. Burada hər uzunluq vahidi 1-dir.
Deməli 51%-dir. Qalan meyvələr də maksimum 49 ola bilər. Amma buradakı diaqrama baxanda heç bunlar hamısı birlikdə 100% təşkil eləmir. Yəni faizlərini toplayanda. Deməli bunlardan başqa da meyvə var. Qalan meyvə deyəndə indi biraz şərtdən açıq olmur. Tam başa düşülmür. Yəni alma ilə armudu mu nəzərdə tutur, yoxsa alma, armud və o biri meyvələri mi nəzərdə tutur? Amma onsuz da hər iki halda, yəni sitrusla şaftalı 51%, o birisiləri də toplasan alma ilə armudun üstünə 49% olacaq maksimum. Ondan da çoxdur. Alma ilə armudu toplayanda da baxaq 15 ilə 24 toplayanda 39 eləyir. Yəni qalan meyvələr 10% təşkil edir. Oradan da bunu başa düşdük. Ondan da çoxdur. Alma və armuddan təklikdə də çoxdur. İndi baxaq burada sitrus və şaftalı 20%, şaftalı 15%, 35%-dir. Qalan meyvələr alma ilə armudu götürəndə yenə də onlardan az olur. Açıq-aydın görünür. 25-dən 24%-dir. Deməli B də səhvdir. C-yə baxaq. Həm cənub regionlarında, həm də bütövlükdə ölkədəki meyvələrdən almanın payı ən azdır. Cənub regionunda baxırıq, almanın payı ən azdır bu 4 meyvə arasında, amma bütövlükdə ölkədə almanın payı əksinə ən çoxdur. Ona görə bu da səhv məlumatdır. C-yə baxırıq. Cənub regionlarında yetişdirilmiş almanın və şaftalının ümumi miqdarı sitrusun və armudun ümumi miqdarından az deyildir. Yəni ya bərabərdir, ya da daha çoxdur. Alma və şaftalı, sitrus və armuddan cənub regionunda. Alma və şaftalıya baxırıq neçədir? 15 üstəgəl 21 eləyəcək 36. Amma bunlar açıq-aydın böyük olacaq. Çünki hər iki toplanan, digər iki toplanan hər birindən böyükdür. 24 üstəgəl 30 da 54 elədi. Yəni 54 36-dan böyükdür. Amma deyirdi ki, alma və şaftalı, armud və sitrusdan cənub regionlarda az deyil. Azdır. İndi D-yə baxaq, böyük ehtimal düz olacaq. Ölkədə yetişdirilmiş almanın və armudun ümumi miqdarı sitrusun və şaftalının ümumi miqdarından az deyildir. Yəni bütün ölkə, yəni sağdakı diaqrama baxacaq. Alma və armud sitrus və şaftalıdan az deyil. Ya bərabərdir, ya da çoxdur. Bütün ölkədə alma və armud, baxırıq ki, həqiqətən çox olacaq. Alma və armud 49%-dir. Sitrus və şaftalı isə neçə olacaq? 20 üstəgəlsin 15, 35 olacaq. Az deyil, yəni həqiqətən çoxdur. Bərabər də ola bilərdi, amma çoxdur. Deməli, D variantı doğrudur. Bütün variantları da analiz elədik. Baxaq 56-cı suala. Rəqəmlərinin hasili 8-ə bərabər olan ən böyük 2 rəqəmli ədəd götürək. Rəqəmlərinin hasili yenə də 8-ə bərabər olan ən kiçik 3 rəqəmli ədəd götürək. 3 rəqəmli ədəd 2 rəqəmli ədəddən nə qədər artıqdır? Bir-bir tapaq, ondan sonra da onların fərqini tapaq da. Rəqəmlərin hasili 8-ə bərabər olan ən böyük rəqəmli ədəd. Birinci fikirləşək ki, biz 8-i nələrin, hansı rəqəmlərin vasitəsilə 8 hasilini əldə edə bilərik? Ya 1 vur 8 vasitəsindən, ya da 2 vur 4 vasitəsindən da. 2 vur 4 vasitəsindən, yəni 24 və 42-dənsə, burada 18 ilə 81 var da. 81 deməli həmin ən böyük rəqəmli ədəd olacaq. Deməli 81-dir. Rəqəmlərin hasili yenə də 8-ə bərabər olan burada ən kiçik 3 rəqəmli ədəd deyil. Yenə də 8-i əldə eləmək üçün 2 vur 4, 1 vur 8. Amma 3 rəqəm deyirsə, burada artıq biri daha çox sayda istifadə edə bilərik. Yəni deməli, ya bu 1 vur 1 vur 8-dir, ya da 1 vur 2 vur 4-dür. Təbii ki, ən kiçik ədədi əldə eləmək istəyiriksə, biz soldan sağa doğru bacardığımız qədər böyük mərtəbələrə kiçik rəqəm qoymalıyıq. O da burada qoysaq ən kiçik 124 olacaq. Amma elə yazdığım sırayla da görürsünüz ki, bu 1-1-8-i istifadə eləsək, ən kiçik 3 rəqəmli ədəd, rəqəmlər asili 8 olan 118 olur. Deməli, 118 də 81-dən nə qədər artıqdır? Çıxırıq, görürük ki, 37 vahid artıqdır. Cavab deyiləcək ya bəndi. İndi baxaq 57-ci suala. Kvadratın qarşı tərəflərini birləşdirən parça kvadratın tərəfi ilə 70 dərəcəli bucaq əmələ gətirir. Yəni, buranı deyir. Bu parçanın və kvadratın diaqonalı ilə yaradılmış alfa bucağının kəmiyyəti nəyə bərabərdir? Biz bilirik ki, diaqonal kvadratın düz bucağını yarıya böləcək 45-45 olaraq. Onda çox sadə bir şəkildə, hətta burada yaxınlaşdıraq, şəklin üstündə çəkimi göstərim. Biraz da bunu nazikləşdirək. Deməli, biz bilirik ki, bura 45 dərəcə olacaq.
yəni burada 45 dərəcə, tənbölən olacaq diaqonal kvadratda. Onda bura 70-dirsə, biz bilirik ki, nəyi bilirik? Üçbucağın xarici bucağı ona qonşu olmayan daxili bucaqların cəminə bərabər. Yəni 45 ilə buradakı bucağın cəmi 70-ə bərabərdir. Onda bura 25 dərəcə olacaq. 25-in qarşılıqlı bucağı ilə alfadır. Deməli, alfa da bərabər olacaq 25 dərəcəyə. Yəni, heç orada dediyimi bilmirsinizsə, xarici bucağın onu qarşı olmayan, ona qonşu olmayan 2 dənə daxili bucağın cəminə bərabər olduğunu bilmirsinizsə, yəni əslində bilməlisiniz, çox sadə bir şeydir. Onda götürün elə bu 70-in qonşu olan 110-u tapın, elə daxili bucaqların cəmi 180 olacağına görə 110 ilə 45 toplayın, 180-dən çıxın, yenə 25 tapasınız. Alfa da ona qarşılıqlı yenə 25 tapasınız. Cavab B. Bunu öz ölçüsünə qaytaraq və davam edək. Vano və Zurab şərab saxlamaq üçün eyni tutumlu çəlləklərdən və eyni tutumlu küplərdən istifadə edirlər. Vano şərabla 7 çəlləyi və 2 küpü, Zurab isə həmin miqdarda şərabla 2 çəllək və 4 küpü doldurdu. Çəlləklə müqayisədə küpə neçə dəfə çox şərab sıxışar. Eyni tutumlu çəllək və küp deyəndə təbii ki, burada onların bir-birinə bərabərliyindən söhbət getmir. Həmin çəlləklərin tutumu və küplərin tutumu öz aralarında bir-birinə bərabərdir. Deməli, çəlləyə tutaq ki, deyək, x qədər şərab yerləşdirmək olur. Küpə də ki, y miqdarda şərab yerləşdirmək olsun. İndi, deməli, Vano şərabla 7 çəllək və 2 küpü həmin miqdarda şərabla 2 çəllək, yəni 7x toplansın 2y bərabər olacaq. Çünki deyir, həmin miqdarda şərabla, yəni 2x topla 4y də həmin miqdarda şərab olduğuna görə bunlar bir-birinə bərabər olacaq. İndi x, y ilə ifadə edib bu nisbəti tapacaq. 5x bərabərdir 2y. Bizdən nəyi soruşurdu? Çəlləklə müqayisədə küp neçə dəfə çox şərab tuturdu? Yəni, küp neçə dəfə çoxdursa, y bölü x-i tapmalıyıq da küp çəlləkdən. Onda x-i digər tərəfə keçirək, nə olacaq? Y bölünsün x, elə bizə istənən. 2-ni də bu tərəfə keçirəndə 5 bölünsün 2, sadəcə yerlərini dəyişdim. Onda y bölünsün x də bərabər olacaq. Elə 2 tam onda 5-ə. 2 tam onda 5 dəfə. Baxaq növbəti suala 59-a. Çiçəklidə ancaq qırmızı, ağ və sarı qızılgül kolları vardır. Dairəvi diaqramda çiçəklikdə qızılgül kollarının ümumi miqdarının hansı hissəsinin qırmızı və sarı qızılgül kollarının təşkil etdiyi göstərilmişdir. Aha, qırmızı qızılgül yarısıdır, 2də 1 hissəsi, sarı qızılgül 3də 1 hissəsidir. Bütün bu 1-ə bərabərdə bu hissələri toplayanda ağ qızılgülü də bu ikisini toplayıb 1-dən çıxıb tapacaq. Əgər onda ağ qızılgül kollarının sayı 48-ə bərabərdirsə, sarı qızılgül kollarının miqdarı qırmızı qızılgül kollarının miqdarından nə qədər azdır? İndi, gəlin ağ qızılgüllərin hansı hissəni təşkil edin tapaq. Bu iki hissəni toplayaq bütündən, yəni 1-dən çıxaq. 2də 1 topla, 3də 1 nəyə bərabərdir? Bunları məxrəci 6 olan ortaq məxrəcə gətirək. 6da 3 topla 6da 2, yəni 6da 5 hissəsi bu qızılgül kollarının qırmızı və sarıdır. Onu da 1-dən çıxaq. Deməli, 6da 1 hissəsi də ağ qızılgüldür. Və həmin 6da 1 hissədəki ağ qızılgüllərin sayı 48-ə bərabərdir. Yəni, 6da 1, bütün qızılgüllərin sayı x olsa, 6da 1 x bərabərdir 48. Əslində, buradan heç x-i, yəni bütün qızılgüllərin sayını tapmağa ehtiyac yoxdur. Nəyə görə? Bizdən çünki nəyi istəyir? Sarı qızılgül kollarının miqdarı qırmızı qızılgül kollarının miqdarından nə qədər azdır? Yəni, bundan nə qədər azdır? Yəni, 2də 1 x çıxılsın 3də 1 x bərabər olacaq hansı hissəyə? Bunlar yəni 6da 3x-dir. Bu da 6da 2x-dir. Ortaq məxrəc gətirəndə. Deməli, 6da 1x qədər çoxdur. Biz də elə həmin 6da 1x-in 48-ə bərabər olduğunu bilirik də. Deməli, 48 qədər azdır sarı qızılgül, qırmızı qızılgüldən.
Amma təbii ki, buradan altda 1x-in 48-ə bərabər olduğunu tapandan sonra bütün qızıl gülləri də rahat bir şəkildə tapırıq. Onsuz da x bərabərdir 48 böl 6-da 1, yəni vur 6-dan. O da bərabərdir nəyə? 288-ə. Amma elə bir şey onsuz da istəməyibdir. İstəsə belə rahat tapırıq. 60. X və Y elə natural ədədlərdir ki, 18x və 3y natural ədədlərin kvadratlarıdır. Həm x və y-in özü natural ədəddir, həm də 18x ilə 3y natural ədədin kvadratıdır. 3x üstəgəl 4y təsvirinin, yəni ifadəsinin ən kiçik mümkün qiyməti nəyə bərabərdir? İndi 3x üstəgəl 4y-in ən kiçik, yəni cəmin ən kiçik qiymət alması üçün toplananlar bacardığımız qədər kiçik olmalıdır. Yəni x ilə y kiçik olmalıdır. Deməli, x bacardığımız qədər minimum qiymət verməliyik ki, bu 18x tam kvadrat olsun, natural ədədin kvadratı və 3y-ə bacardığımız qədər kiçik ədəd verməliyik ki, 3y tam kvadrat olsun. Deməli, x-ə 1 verəndə 18 hansısa natural ədədin kvadratı deyil. Çünki 18 natural ədədə bərabər deyil. X-ə 2 verəndə 36 olur, 6-nın kvadratı. Deməli, x 2 olacaq. Yəni, 3x topla 4y ifadəsində 3 vur x, 3 vur 2 olacaq. Minimum qiyməti. 4y, indi 3y-in natural ədədin kvadratı olması üçün y 1 ola bilərmi? Yox, 3 natural ədədin kvadratı deyil. 2 ola bilərmi? Yox, 6 olmur. 3 ola bilərmi? 3 vur 3-dən təbii ki, 3-ün kvadratıdır da 9 olacaq. 4 vurulsun, deməli y 3 götürdük, 3. O da bərabərdir. Bunun mümkün ən kiçik qiymətidir bu. Çünki x-in və y-in ən kiçik qiymətlərini tapdıq. 6 topla 12-dən olacaq 18. Cavab oldu C. Deməli, a kubu b kiçikdir 0, a b üstü 4 böyükdür 0 olarsa a ilə b-ni müqayisə eləməyimizi istəyir. Təbii ki, biz birinciyə baxanda heç bir şey başa düşmürük. Yəni, heç bir şey əldə edə bilmərik. Nəyə görə? Çünki a kubu və b, burada a ilə b-nin işarəsi dəyişdikcə, a kubundan b-nin də işarəsi dəyişir. Nəyə görə? Natural qüvvət təkdir. 3 və 1 hər ikisi təkdir. Yəni, a mənfi olanda bu da mənfi olur, bu da mənfi olur. Yəni, bu müsbət olmuş olacaq onda. Amma bura baxaq. A vurulsun, b üstü 4. Fikir verin, burada b nə olursa olsun, təbii ki, 0 ola bilməz. 0 olsa bu ifadə a vurulsun, b üstü 4 0-a bərabər olacaq. Nə olursa olsun, yəni mənfi də olsa, müsbət də olsa, onun 4-cü dərəcə, yəni cüt dərəcəli qüvvətləri onsuz da müsbət olacaq. Deməli, b üstü 4 müsbətdirsə, a da mütləq dərəcədə müsbət olmalıdır ki, bu hasil müsbət olsun, yəni 0-dan böyük olsun. Çünki mənfi ilə müsbətin hasili mənfi eləyəcək. Deməli, a da müsbətdir. A-nın müsbət olduğunu tapandan sonra qaydırıq bura. Deməli, a müsbətsə, a kubu da müsbətdir. A kubu müsbətdirsə, b nə olmalıdır ki, bu hasil mənfi olsun? Deməli, b mənfi olmalıdır ki, a kubu müsbət olacaq. Mənfi olmalıdır ki, bu hasil mənfi olsun. Deməli, a müsbət ədəddir, b mənfi ədəddir. İstənilən halda müsbət ədəd mənfi ədəddən böyükdür. Cavab oldu A variantı. Baxırıq 62-ci suala. Burada qarışıq bir kəsr verilibdir bizə. Ondan sonra da altda 1 ilə müqayisə eləməyimizi istəyibdir. Əslində burada kəsrlərlə, ədədlərlə arası yaxşı olan abituriyent rahat bir şəkildə görəcək ki, buradakı bu 6-da 1-dən böyükdür. Nəyə görə? Fikir verin, bu 2-yə çox yaxın bir ədəddir. Bu da 25-ə, yəni bu 50-yə çox yaxındır. Bu da 300-ə çox yaxındır. Yəni ki, deməyə çalışdığım odur ki, bu 300-də 50 olsaydı, o solda verilən kəsrin qiyməti 300-də 50 olsaydı, o altda 1-ə bərabər olardı da, 50-yi ixtisardan sonra altda 1-ə bərabər olur. Amma onun əvəzinə nə olubdur? Üstün, yəni sürətin qiyməti 50-dən böyükdürmü? Niyə? Çünki 2-dən böyük bir ədəddir, 25-dən böyük bir ədədə vururuq. Yəni, sürət, belə formada yazaq, 50-dən böyükdür. Məxrəc isə fikir veririk ki, 300-dən kiçikdir. Məxrəc isə 300-dən kiçikdir. Yəni, sürəti artırıb, məxrəci azaldandan sonra bu kəsrin qiyməti artmış olmayacaqmı? Təkcə birini belə eləsək, yəni heç burada 300 qalsın. 50-ni artırandan sonra bu altda 1-dən böyük olacaq onsuz da. Amma həm 50-ni artırıbdır onsuz da, həm də 300-ü azaldıb, yəni 2 qat artırıb da, yəni hər iki tərəfli kəsrin qiymətini artırıbdır. Deməli, bu kəsrin qiyməti mütləq dərəcədə 6-da 1-dən böyük olacaq. Ona görə cavab oldu A. Amma ki,
Tutaq ki, belə bir şeyi görə bilmədik. Bunun 50-dən böyük olduğunu, bunun 300-dən kiçik olduğunu və ona görə də altta 1-dən böyük olduğunu. Onda nə etməliyik? Ən pis halda onda götürüb biz bunu buna bölməliyik. Yəni sadələşdirib altda 1-dən kiçik və yaxud da böyük olduğunu görməliyik. Amma yəni o məntiqlə salınmayıb o sualın onsuz da bura. Elə eləsəz çox vaxt itirəsiz. Yenə də göstərəcəm, yəni sadə bir bölməni. Bəlkə onluq kəsrə bölməyi bilməyənlər ola bilər aramızda. 25,7-dir bu. Vurulsun 2,3 bölünsün 298,3. Ümumiyyətlə, gəlin birinci biz nə edək? Bax, buradakı bütün onluq kəsirlərdən xilas olaq. Deməli, sürət və məxrəci neçəyə vurmalıyıq? Onluq kəsirin sayı, yəni miqdarı burada çoxdur. Deməli, biz başa düşməliyik ki, bunu 100-ə vurmalıyıq ayrıcalıqda. Bunu da 10-a vurmalıyıq ki, ayrıcalıqda burada onluq kəsirlərdən xilas olaq. Yəni, buranı sürəti onun daha böyük bir qüvvətinə vurmalıyıq ki, onluq kəsirdən xilas olaq. Ona görə sürəti nəyə vururuqsa, məxrəci də ona vuraq. Məxrəci onsuz da azad eləmək onluq kəsirdən daha rahat idi ona vurmaqdan. Amma buranı da ona vuranda sürətdən məxrəci də onluq kəsirdən azad olmayacaq. Məxrəci də azad olacaq. Sürətə daha böyük bir onun qüvvəti lazımdır. Ona görə buranı 100-ə, buranı 10-a vurduğumuza görə toplamda elə 10 vur 100-ə, 1000-ə vuranda ikisindən də xilas olacaq. Ona görə məxrəci də 1000-ə vururuq ki, kəsirimizin qiyməti dəyişməsin. Həm sürəti, həm məxrəci sıfırdan fərqli bir ədədə vuranda kəsirin qiyməti dəyişmir. Eyni qaydada böləndə də. Ona da ixtisar deyilir. İndi 1000-ə vuranda burada 257, bunu elə bil 10-a vurmuşuq. Bunu da 100-ə vurmuşuq. Olacaq 257 vurulsun 203 bölünsün. Bunu da 1000-ə vuranda 2983 eləyir. Bir də 2 dənə sıfır əlavə eləyəcəyik. Onda olacaq 298.300. Yəni kim onsuz da yuxarıdakı həlli başa düşürsə heç bura baxmasa da olar. İndi götürüb biz bunları bir-birinə vurub ondan sonra böləsiyik. Böləndən sonra da görəsiyik ki, həqiqətən 6-da 1-dən kiçik oldu. Biraz uzun olacaq çünki böyük ədədləri bir-birinə vurub bölmək lazımdır. Amma nəysə göstərək yenə də. 3-ü 7-yə vuranda 1, 2 yadda qalacaq. 3-ü 5-ə, 2 yaddaydı 7. Burada da 1 yaddadır 7. Sıfırları vuranda burada sıfırlar əldə edəcəyik. İndi 2-ni 7-yə vuranda 4, 1 yadda. 2-ni 5-ə vuranda 10, 1 yadda 1. 2-ni 2-yə vuranda da 4, bir də yaddaydı 5 oldu. Buradan əldə elədik deməli 7, 1 yadda, 2, 5. 52.171. İndi bunu da 298.300-ə bölməliyik. Yəni deyirik ki, görmürük də, yəni ki, bunun altda 1-dən böyük olduğunu. Onu da bu bölməliyik. 1-i də 6-ya bölməliyik və görməliyik hansı daha kiçik onluq kəsir olacaq. Müqayisə eləməliyik onları. İndi deməli 52.171 bölünsün neçəyə? 298.300-ə. Təbii ki, bu bundan kiçik olduğuna görə cavab 0 ilə 1 arasında bir ədəd olacaq. 0-ı 0-a vurduq. 0-ı buna vurduq. 0 olacaq. Çıxdıq. Ondan sonra yazdıq. 52.171. Bir dənə də 0 əlavə elədik. İndi bunun içində 298.300 neçə dənə var? 2 dənə olmayacaq. Bir dənə olacaq. 2 dənə olanda artıq 600.000-ə çox yaxınlaşır. Bir dənə olacaq. Ona vurduq 1-i 298.300-ə. Çıxdıq. Burada 0, burada 1, 4. Buradan 1-ni bura verdik, 11-dən 8, 3. Burada 1 qaldı, 1-ni bura verdik, 11-dən 9, 2. Burada 2. 22.300, yox 22.000 nədir? 223.410. Biraz özümdə səliqəsiz yazdım, başa düşmürəm. 223.410. Bir dənə 0 əlavə elədik. Onda neçə oldu? 2.234.100. 2.234.100. Təxmini neçə dəfə olacaq bunun içində? 7 dəfə olsa 300.000-dən 2.100.000-ə yaxın bir şey olacaq. 8-ci dəfə olanda artıq
olmayacaq. Deməli 7 dəfə olmalıdır. 7-nin də ona vuranda neçə eləyəcək? Biraz böyük ədədlərimiz artıq. İndi 7-ni 300 minə vursaqdıq 2 milyon 100 min eləyərdi. 300 mindən 1700 vahid kiçik ədədə vururuq deyə. Onda 7-ni 1700-ə vuranda eləyəcək 11900. Deməli 2 milyon 100 mindən 11900 vahid kiçik ədəd olacaq. O da olacaq deməli 2 milyon 88.100 səhv eləmirəmsə. 2 milyon 88.100 olmalıdır. Bunları çıxanda deməli burada 0, 0, 0, 1-dən 1, 4-dən 8-i çıxanda buradan birini verdik. 14-dən 8, 6. Bura 3-dür. Burada 2 qalmışdı. Hətta birini vermişdik. 10, 12-dən 8, 4. Burada 1 qaldı. 1-dən 0, 1. Burada 0 qaldı. Deməli, nəsə 146 min nəsə əldə elədik. Amma 0,17. Yəni, nəsə davam eləyəcək yenə. Amma heç eləmirəm davam. Çünki nəyə görə? Onu da deyim indi. Çünki 1-6-ya böləndə 1/6. Birin içində 6 yoxdur. 0. 0-6-ya vurduq. 0 çıxdıq. Burada 1 qaldı. Arxasına 0 əlavə elədik. 1. 1-6-ya vurduq. 6. Buradan çıxandan sonra 4 qalır. Arxasına 0 əlavə elədik. Fikir verin. 40-ın içində neçə dənə 6 var? 6 dənə 6 var. 6 vur 6-dan 36. Nəyə görə davam eləmədim? Çünki bilirdim 0,16 olacaq. Hətta orada 4. Ondan sonra 0. Yenə 40-ın içində 6-ların sayı 6 dənə. Belə-belə hər dəfə 36 çıxacaq. Yəni 6 dövr olacaq. Deməli bu ədəd 1, 6, 6, 6 belə davam edir. Amma bu 0,17 ilə davamı da var. Deməli açıq-aşkar görürük də artıq bunun böyük olduğunu. Yəni bu isə dediyim kimi boş-boşuna baxmayın əgər dediyim həlli başa düşmədisə yuxarıda. Yəni sadə bir şeydir onsuz da, amma yenə də buranı da göstərdim. Bəlkə başa düşməyənlər ola bilər. Belə daha rahat. Çox rahatlığı yoxdur, amma belə daha rahat hiss eləyənlər ola bilər. Ona görə bunu da başa saldıq. 63. Ədəd oxu onda işarə olunmuş nöqtələrlə bərabər hissələrə bölünmüşdür. Yəni baxın bu hissələr bərabər deyir. Aha. Sertiyojda Y və F nöqtələrinin koordinatları göstərilmişdir. İndi baxaq F nöqtəsinin koordinatı 1,2-də-1-dir, yəni 2-də 3 eləyir. İndi E-nin də koordinatı budur. İndi ədəd oxu üzərində 2 dənə nöqtənin koordinatı verilibsə artıq bizə, onda bu iki nöqtədən böyükdən kiçiyi çıxacaq və aralıqların uzunluq vahidlərinin sayına böləcəyik. Onda əldə eləyəcək nəyi? Həmin o bir dənə uzunluq vahidinin neçəyə bərabər olduğunu. Baxırıq, burada birinci sayaq neçə dənədir? 1, 2, 3, 4 dənə deyək kimi F-dən 5, 6, 7. Deməli, toplam 7 dənə uzunluq vahidi var. Deməli, F-dən Y-ni çıxıb 7-yə bölməklə o bir dənə uzunluq vahidinin neçəyə bərabər olduğunu tapırıq. İndi dedik ki, bu 2-də 3-dür da F. Yəni, qarışıq ədədi 1,2-də 1-i nətər adi kəsrə çeviririk? 1-i 2-yə vururuq. 2, üstünə də 1 gəlirik. O da eləyir 3. Yəni 2-də məxrəc yeni qalırdı. 2-də 3. Əslində burada aradakı işarə toplamadır da. Yəni ki, bilməyənlər üçün izah eləyim. Yəni burada sanki 1, bir də 2-də 1 var. Yəni toplamadır. 1-ə də 2-də 2 kimi baxılır. Onları da toplayanda həqiqətən də 3-də 3 olmuş olmur. 3-də 3 deyirəm. 2-də 3 olmuş olmurmu? Yəni oradan gəlirdi. Ona görə 1-i 2-yə vururuq. Deməli, indi biz 2-də 3-dən nə edirdik? 3-də 1 çıxırdıq. Ortaq məxrəcə gətirməliyik. Deməli, 6-da 9-dan çıxırıq 6-da 2-ni bərabər olur. 6-da 7. 6-da 7-ni də bölürdük 7-yə. 7-yə bölmək ilə 7-də 1-ə vurmaq. Yəni 7 1-də 7 deyilmi? Yəni 1-də 7-yə bölmək 7-də 1-ə vurmaqla eyni şeydir. İxtisar gedir. Deməli, nə tapmış olduq? 6-da 1. Yəni hər bir uzunluq vahidi, bax buradan belə bir dənə uzunluq vahidləri 6-da 1, 6-da 1 artmış olur. İndi D nöqtəsini tapmaq üçün nətər tapa bilərik? Ya Y-dən 3 dənə uzunluq vahidi gələcək sağa doğru, ya da F-dən 4 dənə uzunluq vahidi geri gedəcək.
Gəlin elə yeni istifadə edək. Yəni 3-də 1-in üstünə 3 dəfə altda 1 gəlməlidir. Onun əvəzinə elə 3-də 1 vurul üstə gəl. 3 vur 6-da 1 yazaq da. Burada 3 ilə 6 ixtisar gedəcək. Bura vurma işarəsi yazım. Burada 2 qalacaq. Deməli 3-də 1 üstə gəl 2-də 1. Yenə ortaq məxrəcə gətirək indi bunları. 6 olacaq 2 ilə 3-ün ortaq məxrəci. 6-da 2 topla 6-da 3. Deməli D-nin koordinatı nə imiş? 6-da 5. Və yaxud da eyni şeyi onsuz da 2-də 3-dən 4-dən 6-da 1, yəni 2-də 1, 2-də 3 çıxılsın 4 vur 6-da 1 eləməklə də eyni şeyi tapasınız, fərqi yoxdur. Deməli D nöqtəsinin koordinatı 6-da 5-dir, o da 6-da 5-ə bərabərdir. Cavab C. İndi 3 eyni cür traktor 4 saatda sahəsi 2 hektar olan torpağı əkir. 2 eyni cür traktorla 5 hektar torpaq sahəsini şumlamaq üçün lazım olan vaxt. İndi burada düz mütənasiblik, tərs mütənasib mövzularına hakim olmaq lazımdır bu sualları eləmək üçün. İndi baxaq, bizim məsələmizdə hansı komponentlər var? Arqumentlər, komponentlər və yaxud belə deyə bilərik də. Traktor var, zaman var, saat veribdir və sahə var, hektarla veribdir. İndi fikir verin. Birincidə deyir ki, 3 eyni cür traktor 4 saatda 2 hektar sahə şumlayır. İndi deyir ki, 2 eyni cür traktor 5 hektar şumlamaq üçün, yəni sahə 5-dir, zamanı bilmirik. X qədər vaxt lazımdır. O X qədər vaxtı tapıb 15 saatla müqayisə eləmək lazımdır. İndi nə etmək lazımdır? Birinci burada başa salıb nəyə görə elə eləyəcəyimi, ondan sonra həlli başa düşək də. İndi traktorla zaman öz aralarında düz mütənasibdirmi, tərs mütənasibdirmi? Yəni düz mütənasiblik, tərs mütənasib nədir? Yəni traktorun sayı neçə dəfə artırsa, zaman da o dəfə artırmı? Yox, tam əksinədir də. Traktorun sayı neçə dəfə artırsa, həmin işdə bir o qədər dəfə, biraz qəribə oldu, bir o qədər dəfə az müddətdə görülmüş olacaq həmin iş. Nəyə görə? Məsəl üçün, bir traktor həmin sahəni 2 saata şumlayırsa, traktorun sayı 2 dəfə artdı, tutaq ki. 2 traktor da 1 saata şumlayacaq da, bunlar tərs mütənasib olur. Amma düz mütənasiblik nədir? Yəni birinci dəyişən neçə dəfə artırsa, ikinci dəyişən də o dəfə artır. Məsəl üçün 1 kiloqram kartofun qiyməti 2 lar idi. 2 kiloqram kartofun qiyməti də 4 lardır. Yəni kartofun miqdarı 2 dəfə artdı, ödənilən pul da 2 dəfə artdı. Deməli çəki ilə ödəniş düz mütənasibdir. Amma burada indi bunlar tərs mütənasibdir. Tərs mütənasib olanda dediyimiz kimi onların hasili dəyişmir. Nətər ki 2 saat bir traktor 2 saat. Onlar bir-birinə vuranda bir-birinə bərabər olur. Deməli, indi zamanla da sahə. Zaman neçə dəfə artırsa, sahə də həmin dəfə artır da. Niyə? 1 saata tutaq ki, 2 hektar şumlanırsa, fərqi yoxdur neçə traktordan olur olsun. 1 saata 2 hektar şumlanırsa, 2 saata da 4 hektar şumlanacaq. Deməli, bunlar da düz mütənasibdir. Daha doğrusu ona görə çarpaz vuracaq. Yəni, indi başa düşdükmü nəyə görə bunu belə eləyirik? Onda 3 vur 4 vurulsun 5 bərabərdir. 2 vur x vur 2. Deməli, burada nə alınacaq? 60 bərabərdir 4x-ə. X də bərabər 60 bölünsün 4-dən 15 saata şumlanacaq. Deməli, 2 traktordan 5 hektarlıq sahə, o da 15 saata bərabərdir. Deməli, cavab olacaq C variantı. Baxaq 65-ci suala. Baxaq indi 65-ci suala. Rombun tərəfinin uzunluğu 6 sm-dən artıqdır. Rombun sahəsi mi yoxsa 12 kvadrat santimetrmi? Rombun bütün tərəfləri bir-birinə bərabərdir. İndi bizə bir də hündürlük lazımdır ki, onun sahəsini nə olduğunu və yaxud da hansı aralıqda olduğunu tapa bilək də. İndi birinci üsulla göstərim. Bu hündürlük vurulsun tərəf üsulundan. İndi bir dənə romb çəkək. Aha. Biraz paralelograma oxşadı, amma görək düzəldə bilirikmi? Aha. Belə daha yaxşıdır.
İndi deməli deyir tərəfinin uzunluğu 6 sm-dən artıq. Tutaq ki, A olsun tərəfinin uzunluğu. Bu A da deyək ki, 6-dan artıqdır. İndi bunun sahəsinin 12 kvadrat santimetrdən artıq olub olmadığını necə tapa bilərik? İndi bizə hündürlük lazımdır. Hündürlüyü çəkək. Aha. İndi hündürlüyün nə olduğunu biz bilmirik. Ən azından onu bilirik ki, hündürlük buradakı düzbucaqlı üçbucağa görə 6 sm-dən artıq olan tərəf hipotenuz olduğuna görə hündürlük bu tərəfdən kiçik olacaq. Amma nə qədər kiçik olacaq onun haqqında heç bir məlumatımız yoxdur. Yəni biz bu tərəfi nə qədər artırsaq da, yəni bu tərəfi artırmaq elə burada adda, yəni ki, buranı da artırmaq mənasına gəlir. Hündürlüyün nə olduğunu bilmədikcə sahənin hansı aralıqda yerləşdiyini tam olaraq 12-dən böyük və yaxud da kiçik olduğunu deyə bilmərik. Niyə? Çünki tutaq ki, buranı lap böyük bir ədəd eləsək belə, h götürək buradakı bucağı kiçiltdikcə, onda h-ın qiyməti, hündürlüyün qiyməti kiçiləcək. Lap sıfıra yaxınlaşdırsaq hündürlüyün qiymətini, yəni buradakı iti bucaq çox kiçik olsa, hündürlük sıfıra yaxınlaşdıqca bu sahə sıfıra yaxınlaşacaq. Təbii ki, heç vaxt sıfır olmayacaq, amma sahə sıfıra yaxınlaşacaq. Deməli, onu başa düşürük ki, sahə olmalıdır sıfırdan böyük və bunları böyütdükcə, yəni A-nı böyütdükcə, 6-dan lap böyük ədəd verdikcə, buradakı iti bucağı da böyütdükcə, hündürlük də böyüyəcək. Yəni ikisi birlikdə böyüdükcə də sonsuzluğa kimi gedəcək. Yəni biz bu rombun sahəsi haqqında, yəni bu şərtlər altında ancaq heç bir şey bilmirik. Yəni sıfırdan böyük, sıfırdan sonsuzluğa kimi. Yəni onsuz da istənilən bir fiqurun sahəsi haqqında biz bunu bilirik də. Nə demək istədiyimi daha dəqiq belə başa salım. Yəni nəzərdə tutduğum şey odur ki, burada bir dənə romb var. Həmin rombun iti bucağı həddən artıq kiçildikcə, məsəl üçün bax belə bir romb olsa, baxın, görürsünüzmü? Çox iti bucağı dəhşət dərəcədə kiçik olan bir rombdur. Buradakı tərəf altdan böyükdür, amma bu iti bucağı lap da kiçiltdikcə buradakı hündürlük təpə bura olsa, hündürlük kiçilməyə başlayır. Hündürlük sıfıra yaxınlaşdıqca, təbii ki, hündürlük vurulsun tərəfin qiyməti də sıfıra yaxınlaşır. Yəni təkcə onu bilirik ki, sıfırdan böyük olacaq həmin sahə. Sonsuzluğa kimi istənilən bir ədəd ola bilər. O da təbii ki, 12 ilə müqayisə eləmək üçün kifayət deyil. Cavab onda olacaq C variantı. 66-cı suala baxaq. Mağazada xizəklər konkilərdən 100 lari baha idi. Endirimdən sonra konkilərin qiyməti dəyişmədi, xizəyin qiyməti isə yarıya indi və artıq konkidən 20 lari ucuz idi. Konkilər neçə lari idi? Deməli, başda deyir ki, xizəklər konkilərdən 100 lari bahadır. Xizək olsun x üstəgəl 100. Hətta burada yazaq xizək olduğunu. Konkilər də olsun 100 lari, x lari daha doğrusu. İndi endirimdən sonra konkilərin qiyməti dəyişmədi. Yəni x olduğu kimi qaldı. Xizəyin qiyməti isə yarıya düşdü. Yəni x üstəgəl 100 yarıya düşdü. Yəni x üstəgəl 100-ü böləcəyik 2-yə. Bu da nəyə bərabər olacaq? X böl 2 üstəgəl 50-yə. Yəni sürətdəki hər bir toplananı 2-yə böldük də. Və artıq konkidən 20 lari ucuzdur. Yəni bu xizək konkidən 20 lari ucuzdur. Deməli ki, nə deyir? X üstəgəl 2, x böl 2 daha doğrusu üstəgəl 50. Üstünə də 20 lari gələndə konkidən 20 lari ucuz olduğuna görə konkinin qiymətinə bərabər olacaq. İndi burada x-ə nəzərən gəlin tənliyi əldə eləyək. X üstəgəl 2-ni digər tərəfə keçirsək, orada da elə qalacaq. X çıxılsın, x böl 2-dən x böl 2 qalacaq. Yəni yarısını çıxdıqda bərabər olacaq 70-ə. Deməli x də bərabər 2 vur 70-dən 140. İndi nə deyir? Konki neçə lar idi? Yəni ən başda konki 140 lar idi. Onu tapdıq. Elə biz x ilə ifadə eləmişdik. X-i tapdıq. Sonra 67-ci suala baxaq. Nino Sandrodan 8 yaş böyükdür. Yenə dəyişənlə ifadə edək. Nino Sandrodan Nino olsun x üstəgəl 8, Sandra da olsun x yaşında. Onların yaşlarının cəmi n ilini təşkil edir. Yəni, bunların yaşlarını toplayanda 2x üstəgəl 8 n-ə bərabərdir.
Sandro n ildən sonra neçə yaşında olacaq? Yəni, Sandronun yaşı indi x-dir, n ildən sonra neçə yaşında olacaq? Gəlin, birinci x-i n ilə ifadə eləyək. Sonra x-i n ilə ifadə eləyəndən sonra onun da üstünə n gələndə n ilə əlaqəli bir dəyişənli ifadə alacaq. X-ə nəzərən tənlik həll eləyirmişik kimi 2x bərabərdir n çıxılsın 8-ə. X də bərabərdir n çıx 8 böl 2-yə. Deməli, bu elə Sandronun yaşı n çıx 8 böl 2-dir. İndi Sandronun yaşı n ildən sonra neçə olacaq? N çıx 8 böl 2-dir indi yaşı. N ildən sonra da üstəgəl n. O da elə n məxrəci 2 şəklində yazanda 2-də 2n-dir də. Yəni, bu n-i ona görə 2-yə vururuq. N çıx 8 üstəgəl 2n. N-i 2-yə vurduq. Sürətə qaldırdıq. Bölünsün 2. O da bərabər olacaq. N-lə 2n toplayanda 3n eləyir. 3n çıx 8 böl 2 yaşı olacaq deməli ki. D variantı. İndi baxaq 68-ci suala. 2 kvadratın perimetrlərinin cəmi 40 cm-dir. Əgər onların tərəflərinin nisbəti 2 böl 3-dürsə, bu kvadratların sahələrinin cəmi nəyə bərabərdir? İndi birinin tərəfi 2x olsun. O birisinin də tərəfi 3x olsun. Nisbət 2 böl 3-dürsə. İndi bunların perimetrlərinin cəmi 40-a bərabərdir. İndi birincinin perimetri, yəni tərəfi 2x olanın perimetri 8x-dir. 4 vur 2x-dən. İkincinin perimetri də 12x-dir. Bunları toplayanda, yəni 8x topla 12x perimetrləri cəmi 40 olubdur. 20x bərabərdir 40-a. X də bərabər 40 böl 20-dən 2-yə. Deməli, birinci kvadratın tərəfi 2 vur 2-dən 4-dür. İkinci kvadratın tərəfi də 2 vur 3-dən burada 6-dır. İndi onların sahələrinin cəmi nəyə bərabərdir? Birincinin sahəsi 4-ün kvadratıdır. Üstəgəl ikincinin sahəsi də 6-nın kvadratıdır. Yəni 16 topla 36. O da bərabər olacaq 52-yə. Deməli, cavab oldu B variantı. İndi baxaq 69-cu suala. Telefonla danışarkən birinci dəqiqənin qiyməti A tetri, hər sonraki dəqiqənin qiyməti isə daha az B tetri. Deməli, A tetri B tetridən çoxdur da, A B-dən böyükdür. Əgər telefondan istifadə etsək, hansı təqdirdə daha az və nə qədər məbləğ xərclənəcəkdir? Birinci 4 dəqiqə ilə, ikinci 6 dəqiqə ilə, ikincidə isə deyir ancaq bir dəfə, yalnız 10 dəqiqə. Yəni, birinci variantda telefonla 4 dəqiqə danışıb, sonra söndürür, ondan sonra 6 dəqiqə yenə danışır. İkinci variantda isə ancaq telefonu açır, 10 dəqiqə davamlı şəkildə danışır. İndi deyir ki, hansı təqdirdə daha az və nə qədər az pul xərclənəcək də? Biz birinci hala baxanda, ümumiyyətlə, burada variantlara baxanda nə qədər az fikir verin. C ilə C-də B çıx A tetri az xərclənəcəkdir. Ümumiyyətlə, B A-dan kiçikdirsə, bunlar mənfi ədədlər olmayacaqmı? Yəni, bunlar mənfi ədəd olacağına görə heç B çıx A tetri, yəni mənfi neçəsə tetri az xərclənmək çox ümumiyyətlə məntiqə uyğun deyil. Yəni, pulun miqdarını mənfi ilə göstərə bilmərik. Yəni, C ilə C-ni ilə buna görə heç götürməməliyik. Yəni, ən azından məsələni eləyə bilməsək, yəni bu iki variantı başdan ata bilərik. İndi birinci halda 4 dəqiqə danışırsa, onun birinci dəqiqəsinə, hər dəqiqə üçün, birinci dəqiqəsinə daha doğrusu A tetri xərcləyəcək. Qalan 3 dəqiqə üçün, hər dəqiqə üçün B tetri xərcləyəcək də. Onda deməli A üstəgəl 3B tetri xərclədi. Ondan sonra telefonu söndürübdür. Təzədən 6 dəqiqəlik danışıq olubdur. Həmin 6 dəqiqəlik danışığın birinci dəqiqəsinə A tetri, sonraki 5 dəqiqənin hər dəqiqəsinə isə B tetri xərcləyir. Yəni, üstəgəl 5B. Deməli, buradan 2A üstəgəl 8B tetri xərclədi. İkinci variantda isə bir dəfəlik 10 dəqiqəlik danışıq olub. Onda birinci dəqiqədə A tetri, qalan 9 dəqiqənin hər birində B tetri xərclədiyinə görə toplam 9B. Onda deməli, ikinci dəfə danışanda A üstəgəl 9B, birinci dəfə danışanda 2A üstəgəl 8B. İndi deyir ki, hansının təqdirdə daha az pul xərclənibdir? İndi biz A-nın B-dən böyük olduğunu bilirik də.
A-nın B-dən böyük olduğunu bilərək 2A üstəgəl 8B ilə A üstəgəl 9B-ni müqayisə eləməliyik. İndi hansı böyükdür? İndi biz burada götürüb hər tərəfdən eyni pul miqdarına çıxsaq, heç bir şey dəyişməyəcək də. Yəni başda hansı böyüksə, indi də o böyük olacaq. Fikir verin, hərəsində ən azı bir dənə A, 8 dənə də B var da. İndi hərəsindən A üstəgəl 8B-ni çıxsaq, burada nə qalacaq? A üstəgəl 8B çıxanda bircə dənə A qalır. Burada nə qalacaq? Burada da ancaq B qalır. Onda görürük ki, bu böyükmüş. Hərəsindən eyni miqdar çıxdığımıza görə başda da elə bu böyük olacaq. Yəni burada daha çox xərclənibdir. Hansı təqdirdə daha az və nə qədər məbləğ xərclənəcəkdir? Deməli, ikinci halda daha az xərclənir və həmin məbləğ də, fikir verin, A çıxılsın B qədər çox az olacaq. Ona görə cavab olacaq B variantı. Burada nəyə görə A üstəgəl 8B-ni çıxdım və dedim ki, onları çıxanda bir-birindən böyükdür? Yəni iki şeyi müqayisə ediriksə, məsəl üçün adi ədədlər üzərində göstərim. Məsələn 5 ilə tutaq ki 3-ü müqayisə edirik. İndi bunların hər tərəfdən 3 çıxsaq, yenə heç bir şey dəyişməyəcək də. 5 3-dən nə qədər böyükdürsə, 2 də 0-dan böyük olacaq da. Və nə qədər böyük olacaq? Burada fərq nə qədərdirsə, o qədər böyük olacaq da. 5 3-dən 2 vahid böyük deyilmi? Deməli ilə 3 çıxanda da həmin fərq dəyişməyəcək də. Yəni elə bil azalanla çıxılanı eyni qədər artırıb və yaxud da azaltsaq, fərq dəyişmir. 2 də 0-dan yenə 2 qədər böyük olacaq. Ona görə elə bu məntiqlə burada sadəcə dəyişən üzərində işlədik. A üstəgəl 8B çıxdıq hər tərəfdən. A B-dən böyüksə, deməli burada da 2A üstəgəl 8B, A üstəgəl 9B-dən böyükdür və nə qədər böyükdür? A çıxılsın B qədər və yaxud da bu ifadə çıxılsın bu ifadə qədər. Heç bir fərqi yoxdur. Baxaq 70-ci suala. Verilmiş iki rəqəmli cüt ədədin rəqəmlərinin yerini dəyişməklə verilən ədəddən artıq olan tək ədəd alınar. Sadalanlardan verilən ədədin rəqəmlərinin cəmi nəyə bərabər olmaya bilər? İndi bizə bir dənə iki rəqəmli cüt ədəd veribdir. Onun rəqəmlərinin yerini dəyişirik. Bir dənə tək ədəd alırıq. Amma həmin tək ədəd daha böyük olacaq həmin cüt ədəddən. Yəni bir dənə iki rəqəmli cüt ədəd veribdir. Bunun rəqəmlərini yerini dəyişdik, əldə elədik BA ədədini və burada alınan tək ədəd buradakı cütdən böyükdür. İndi bunun cüt olması üçün biz bilirik ki, başda bu cüt olmalıdır. Yəni son rəqəm cüt rəqəm olmalıdır. Və bunun da tək olması üçün biz başa düşürük ki, son rəqəm tək olmalıdır A. Deməli A rəqəmi təkdir. B-nin olsa cüt olduğunu bilirdik, A-nın da tək olduğunu bilirdik. İndi fikir verin. Buradan tək cüt ədəddən, yəni AB ədədindən BA-ya keçəndə bu BA böyükdürsə, yalnız və yalnız onu başa düşməliyik ki, biz buradakı A rəqəmi daha kiçik bir tək ədəddir cütlə müqayisədə. Məsəl üçün, bu 78-dirsə, bu 87 olmalıdır. Yəni, onluğa keçəndə B daha böyük rəqəm olmalıdır ki, BA daha böyük olsun. 78 ilə 87 məsəl üçün ola bilər. Ondan sonra 56 ilə 65 ola bilər. Belə-belə. Yəni, buradakı tək rəqəm cüt rəqəmdən kiçik olmalıdır ki, daha böyük tək rəqəm əldə edək. İndi sadalanlardan verilən ədədin rəqəmlərinin cəmi nəyə bərabər olmaya bilər? Yəni, buranı nəzərdə tutur. Buradakı A ilə B-nin cəmi nəyə bərabər olmaya bilər deyil. 9-a bərabər ola bilər. Nəyə görə bərabər ola bilər? Çünki, məsəl üçün, burada 36 götürdük. Burada 63 alınacaq. Həqiqətən həmin tək cütdən böyük oldu. 11 də ola bilər 56-65-ə görə. 13 də ola bilər, məsəl üçün, ən azından 13-də nə götürə bilərik? 58 ilə 85 götürə bilərik. 15 də ola bilər. Nəyə görə ola bilər? Çünki 78 ilə 87-dən ən azından götürə bilərik. Amma 17 də ola bilməz. 2 dənə rəqəmin cəmi nə vaxt 17 ola bilər? Yalnız bir halda. Həmin rəqəmlərdən biri 8-dir, biri də 9-dur. Söhbət rəqəmdən gedir, yəni ki, ədəddən getmir. 2 dənə rəqəmin cəmi yalnız bu halda ola bilər. O da onda burada A-nın yerinə məcburi bir şəkildə 9, B-nin yerində 8 qoymaqdır tək cütlüyə görə. Amma 98 burada olacaq 89. 89 həmin tək ədəd böyük olmayacaq cütdən. Nəyə görə? Çünki həmin tək ədəd demişdik ki, kiçik olmalıdır. Amma ancaq bu variantda həmin tək ədəd, tək rəqəm cüt rəqəmdən kiçik olmayacaq. Ona görə 17-dir. Əslində burada
olmaya bilərin yerinə də bir dəfəlik olmayacaq desək daha yaxşı olardı. Çünki heç bir halda olmayacaq onsuz da. İndi baxaq 71-ci suala. İlin sonunda Yelenanın maaşı 100% artdı. İki şərt verilir. Ümumiyyətlə maaşın 100% artmağı elə 2 dəfə artmağına bərabərdir də. Nəyə görə? Məsəl üçün X maaşı var idi. 100% artma nədir? Ədədin n faiz artması. 1 üstəgəl %n, o da %100-dür də. Burada %100 elə 1-dir də. 1 ilə 1 toplayanda 2 oldu 2x. Gördünüzmü? Yəni x idi, 100% artandan sonra 2x oldu. Yəni 100% artma 2 dəfə artmadır. 200% artma 3 dəfə artmadır. 300% 4 dəfə, belə davam edir. Məsələn, 150% artma 2,5 dəfə artmadır. Onların hamısını elə yerinə x qoyub yoxlaya bilərsiniz. İndi deyir, ilin sonunda Yelenanın maaşı 600 lari artdı. İlin sonunda Yelenanın maaşının nəyə bərabər olduğunu müəyyən etmək üçün. Elə burada gördük də, yəni birinci şərt görə kifayət eləyirmi? X idi, 100% artandan sonra 2x oldu. Deyir, Yelenanın maaşı 600 lari artdı. Yəni 2x-dən x çıxanda bərabər olub 600-ə, yeni maaşından köhnə maaşına. Yəni x bərabərdir 600-ə. X 600-isə bizə nə soruşur? İlin sonunda Yelenanın maaşının nəyə bərabər olduğunu müəyyən etmək üçün. İlin sonunda görürük ki 2x-dir, o da 1200-dür. Deməli, başda 600 idi, 100% artıb, yəni 2 qat artıb, 1200 olub. Bundan təyin edə bilirik. Deməli, birinci şərtlə tapmaq olur. İkinci şərtə baxaq. İlin sonunda Yelenanın maaşı 2 dəfə artdı. Elə bayaqdan dediyim şeydir. Nə olsa da bu 100% artma ilə 2 dəfə artma deməkdir. Yəni, o onsuz da bizə desə də bunu, deməsə də, yəni bu başda verilən şərtlə ikinci şərtdən eyni şeyi başa düşürük. Həmin başa düşdüyümüz şeydən də ancaq ilin əvvəlində ilin sonundan 2 dəfə az olduğunu başa düşürük. İstənilən bir-birindən 2 dəfə çox olan ədədlər ola bilər, müsbət ədəd ola bilər. Ona görə tapa bilmirik biz ikinci şərt vasitəsindən. Deməli, cavab ancaq birinci şərt kifayətdir. İkinci şərt isə yox. İndi baxaq 72-ci suala. Düzbucaqlı koordinat müstəvisində koordinat oxlarının vahid parçalarının uzunluğu 1 sm-ə bərabərdir. Yəni, bura 0-dırsa, bura 1-dirsə, ora 1 sm kimi nəzərə alıbdır. OAB üçbucağının O təpəsi koordinatların başlanğıcındadır. Yəni, O nöqtəsi başlanğıc nöqtəsidir. B təpəsi isə X oxu üzərində yerləşir. Onu da onsuz da görürük. İki şərt verilir. A nöqtəsinin koordinatları 3, 7 olarsa, indi bizdən nəyi müəyyən etmək üçün soruşur? OAB üçbucağının sahəsinin nəyə bərabər olduğunu müəyyən etmək üçün. OAB üçbucağının sahəsinin nəyə bərabər olduğunu müəyyən etmək üçün. Gəlin şəkli daha da burada böyük çəkək. Ondan sonra eləyək. Təbii ki, bu arxa fondakı kvadratları nəzərə almayayım. Mən heç nəzərə almadan elə belə çəkmişəm. Yəni, daha demirəm ki, buranın uzunluğu məsəl üçün 9-dur. Elə bir şey iddia eləmirəm bunu çəkəndə. İndi, deməli, bura Y oxudur. Bura X oxudur. Bu B nöqtəsidir. Bura koordinat başlanğıcı O nöqtəsi, hətta 0, 0 olduğunu da yazaq bu nöqtənin. İndi, burada A nöqtəsidir. Başda bizə deyir, A nöqtəsinin koordinatı 3, 7-dir. İndi, deyir, OAB üçbucaqlısının sahəsinin nəyə bərabər olduğunu müəyyən etmək üçün. Təbii ki, bu üçbucağın sahəsini müəyyən etmək üçün götürüb buradan bir dənə hündürlük çəkməliyik. Həmin çəkdiyimiz hündürlük, bax, buradakı Y oxuna paralel olduğuna görə, onda deməli, buranın koordinatı 3, 7-dirsə, onda X-in koordinatı dəyişməyəcək də. Olacaq 3-ün 0-a. Yəni, hündürlüyün uzunluğunu tapa bilirik bunun vasitəsindən. 7-dir. Amma biz hardan bilək ki, burada OB-nin uzunluğu nəyə bərabərdir? Çünki hündürlüyü bilib, bir də onun çəkildiyi tərəfi bilməliyik ki, sahəni tapaq. Amma OB-nin uzunluğunu biz bilmirik. İndi, üçbucağın OA və AB tərəfləri bir-birinə bərabərdir. İkinci şərti veribdir. İndi, ikinci şərt vasitəsilə, təkcə ikinci şərtlə, bu birinci şərt olsun. İkinci şərt vasitəsilə, yəni bura bərabər
yanlı üçbucaqdır. Amma bərabər yanlı üçbucaq olduğunu bilib biz heç nəyi tapa bilmərik axı. Yəni bərabər yanlıdır yaxşı, amma A-nın koordinatını da bilmirik ya, yəni ikinci şərt istifadə edəndə. Yəni istənilən bir bərabər yanlı üçbucaq ola bilər. Biz onun sahəsini hardan tapaq? Heç bir koordinat yoxdursa. Amma onları birləşdirsək indi burada. Birinci şərti onsuz da qeyd eləmişik. İndi ikinci şərti də qeyd eləyək. İkinci şərti qeyd eləyəndə biz nə tapmış oluruq? Buradan çəkilən hündürlük, bura bərabər yanlı üçbucaqsa, OA AB-yə bərabərdirsə, biz bilirik ki, oturacağın qarşısındakı bucaqdan çəkilən hündürlük bərabər yanlı üçbucaqda həm hündürlükdür, həm tənböləndir, həm də mediandır. İndi bura 0, 0. Bura 3, 0-dırsa, təbii ki, uzunluq 3-dür. Buranın da uzunluğu 3 olacaq. Deməli, burada 6, 0 olacaq. B-nin x oxu üzərində yerləşdiyini demişdi. İndi bura 6, 0-dırsa, deməli, bu OB tərəfinin uzunluğu 6-dır. Hündürlük 7-dir. Sahə nəyə bərabər olacaq? 7 vur 6 bölü 2-yə. O da bərabər olacaq 21-ə. Deməli, cavab birlikdə kifayət etmələridir. Baxaq 73-cü suala. X tam ədəddir, 2 şərt verilir. Bu şərtlər sayəsində x çıx 4 müsbət yaxud mənfi olduğunu müəyyən etmək üçün. Baxaq birinci şərtə. X çıx 4-ün işarəsini müəyyən etmək üçün. İndi 4 üstəgəl 4x kiçikdir, 11 üstəgəlinsin 3x-dən. X-i digər tərəfə keçirək, 4x çıx 3x-dən x kiçikdir. 4-ü digər tərəfə keçirəndə 11 çıx 4-dən də nə alınır? 7. X kiçikdir 7-dən. İndi x kiçikdir 7-dənsə, x çıx 4 maraqlandırır. Yəni, bərabərsizliyin hər tərəfindən 4 çıxaq. Burada x çıx 4-ə əldə eləmək üçün. Buradan da 7-dən 4 çıxanda 3. Deməli, nə tapdıq biz buradan? X çıx 4 3-dən kiçik bir ədəddir. Təbii ki, biz buradan müsbət və yaxud da mənfi olduğunu müəyyən eləyə bilmirik. Niyə? Çünki 3-dən kiçik müsbət ədədlər də var, 0 da var, mənfi ədədlər də var. İndi ikinci şərtə baxaq. Deməli, 1 üstəgəl 5x böyükdür 3 üstəgəl 4x-dən. İndi 4x-i digər tərəfə keçirək. X böyük olacaq. 1-i də digər tərəfə keçirəndə nə olur? 3 çıx 1-dən 2. İndi yenə x çıx 4 maraqlandırırdı bizi. X çıxılsın 4 böyük olacaq. 2-dən 4 çıxanda olacaq mənfi 2. İndi yenə mənfi 2-dən böyük mənfi ədədlər də var. 0 da var, müsbət ədədlər də var. Yenə buradan da tapa bilmirik. Buradan da tapa bilmirik. Amma bunları birləşdirsək, yəni hər iki şərti eyni anda ödəsə, deməli x çıx 4 həm mənfi 2-dən böyük olmalıdır, həm 3-dən kiçik olmalıdır. Deməli, x çıx 4 mənfi 2-dən böyük olmalıdır, 3-dən kiçik olmalıdır. Təbii ki, yenə mənfi 2 ilə 3 arasındakı ədədlər mənfi ədəd də ola bilər, müsbət də ola bilər, 0 da ola bilər. Ona görə təbii ki, yenə də kifayət eləmir. Ona görə cavab olacaq verilən şərtlər kifayət deyil. Baxaq 74-cü suala. Siniyə qoyulmuş xaçapurlərdən bəzisini 3 yerə, qalanları isə 2 yerə kəsdilər. Cəmi 11 parça alındı. 2 şərt verilir. Neçə xaçapurnin 3 yerə kəsdiklərini müəyyən etmək üçün. İndi, müəyyən sayda xaçapurni 2 yerə kəsirlər. Müəyyən sayda xaçapurni də 3 yerə kəsirlər və 11 parça alınır. Burada 11 parça xaçapuri sayı deyil, sadəcə kəsilən parçaların sayıdır. Hissələrin sayıdır. Deməli, o hissələrdə 2-nin neçə dənəsə 2 dənəlik xaçapurilər var, neçə dənəsə 3 dənəlik. Yəni, 2 ilə 3-ün hansı qatlarını toplayanda 11 eləyə bilər. Bu ancaq 2 variantda olur. Ya 3 dənə 3 parça olmalıdır, bir dənə də 2 parça olmalıdır. Ya da 1 dənə 3 parça olmalıdır, qalan da 8 olmalı deyilmi? 3 üstəgəl neçə? 11 eləyir. Deməli, 4 dənə də 2 dənəlik 2 hissəyə bölünmüş xaçapur olmalıdır ki, 11 dənə parça alınsın. Təbii ki, bunu nətər tapmaq olar? Fikirləşməliyik ki, o 2 dənə parça olanları sayını götürəndə geriyə qalan 3 parçaya bölünməlidir. Yəni 3-ə qalıqsız bölünməlidir geriyə qalan parçaların, hissələrin sayı. Məsəl üçün, bir dənə 2 götürəndə
Geriyə 9 qalır. Hə, deyirik ki, həmin 9 parçanı 3 yerə böləndə deməli, hə, 3 dənə xaçapuri olasıymış. Amma 2 dənə 2 hissəyə bölünmüş xaçapuri götürəndə geriyə 7 parça qalır. Həmin 7 hissəni 3 hissəyə bölünmüş xaçapurilər kimi götürə bilərikmi? Götürəmirik, çünki 7 3-ə qalıqsız bölünmür. 3 dənə 2 götürəndə də olmur, çünki geriyə 5 qalır. 5-i də 3 parçaya bölünmüş xaçapurilər kimi göstərə bilmirik. 3-ə qalıqsız bölünmür, yəni 5. Amma 4-də olur. 4 dənə götürəndə geriyə 3 qalır. 3 parça, o da bir dənə xaçapuridir. 3 hissəyə bölünmüş. Təbii ki, 5 də götürəməyəcəyik artıq. 5 götürəndə geriyə bir dənə parça qalır. Onu da 3-ə qalıqsız bölünmür. Deməli, ancaq bu vəziyyətlər var. Onda deyir ki, birinci şərt. Yəni, bu dediyimizi ancaq buradan başa düşdük. Heç buradakı birinci və ikinci şərti istifadə eləmədən. İndi deyir, 2-yə kəsilmiş xaçapurilərin sayı təkdir. Fikir verin, 2-yə kəsilmiş xaçapurilərin sayı burada 1 idi, burada 4 idi. Yəni, 2 variant var idi. O da deyir ki, təkdir. Yəni, ancaq bu variantı götür deyir. Budur düz olan. Neçə xaçapurin 3 yerə kəsildiyini müəyyən eləmək üçün. Deməli, 3 dənəsi də 3 yerə kəsilibdir bu variantdayıqsa. Deməli, birinci şərtdən tapa bildik. İkinci şərtdən tapa bilirik. Deyir, xaçapurilərin ümumi sayı cütdür. Yəni, burada 3 dənə xaçapuri 3 parçaya bölünüb. Burada bir dənə xaçapuri 2 parçaya bölünüb. Yəni, toplam sayı 3 üstə gəl 1-dən cütdür. Amma burada fikir verin, bir dənə xaçapuri 3 parçaya bölünüb. 4 dənə xaçapuri 2 parçaya bölünüb. Burada xaçapurilərin ümumi sayı 5-dir, təkdir. Yəni, yenə deyir, bu vəziyyəti götürün. Budur doğru olan. İkinci şərtdən də tapa bilirik. Deməli, 2 şərtdən də tapdıq ki, 3 dənə xaçapuri 3 hissəyə bölünübmüş. Deməli, ayrı-ayrılıqda ada bağışlayın burada. Səhv variantı götürdüm. Cavab olacaq ayrı-ayrılıqda həm 1, həm də 2 kifayətdir. İndi baxaq 75-ci suala. Aşağıda 2 şərt verilir. Birinci şərt. A ilə B müsbət ədədlərdir. Onu nəzərə alaq. A da müsbətdir, B də müsbətdir. Deməli, A B-dən 3,5 dəfə artıqdır. 3A bölünsün 2B nəyə bərabər olduğunu müəyyən etmək üçün. A B-dən 3,5 dəfə artıqdırsa, deməli, bizə dediyi şey budur da. A bərabərdir 3,5 B. Gətirib burada A-nın yerinə 3,5B qoyanda, yəni 3A bölünsün 2B-də, sadəcə birinci şərtə baxırıq bu dəqiqə. 3A bölünsün 2B-də, A-nın yerinə 3,5 qoyanda, yəni 3 vurulsun 3,5 B bölünsün 2B. Burada nə olacaq? B-lər ixtisar gedir. 3-ü 3,5-ə vuranda 10,5 eləyir. Böl 2. Bunu da belə saxlamayaq. Hər sürətən məxrəci 2-yə vuraq ki, bu 5-dən xilas olaq 0,5-dən. Burada 21 alınacaq. Burada da 4. Deməli, elə bu 21 bölünsün 4-ə bərabər imiş. 3A bölünsün 2B. Birinci şərtə görə. Hətta onu da yazaq. 5 tam %25. İndi ikinci şərtə baxaq. A B-dən 25 qədər artıqdır. İkinci şərtdə deyir ki, A B-dən 25 qədər. Yəni, A bərabərdir B üstə gəl 25. Yenə götürüb əvəzləyək, yəni B üstə gəl 25-dən əvəzləyək. Yəni, 3 vurulsun B üstə gəl 25 bölünsün 2B. O da bərabərdir 3B üstə gəl 75 bərabərdir bölünsün 2B. O da bərabər olacaq. İndi bu gəlin neyniyək? Buradan sürətdəki toplananları ayrı-ayrı kəsrlərdə yazaq. Yəni belə. 2B üstə gəlinsin 75 bölünsün 2B-yə. İndi buradan B-lər ixtisar gedir. Buradan gəlir 3-ü 2-yə böləndə 1,5 olur. 1,5. Bəs burada nə olur? 75-i 2B-yə böləndə. Yəni 75-i 2B-yə böləndə nəyə bərabər olduğunu tapmaq üçün təbii ki, biz B-nin qiymətini bilməliyik. B-nin qiyməti haqqında da heç bir məlumatımız yoxdur. Sadəcə onu bilirik ki, A B-dən 25 qədər artıqdır. Deməli, buradakı ifadənin qiymətini bilmirik. Biz 75 bölü 2B-nin. Ona görə başdan gətirdiyimiz
3A bölünsün 2B ifadəsinin qiymətini də bilməyəcəyik. Deməli, ancaq birinci şərt kifayət eləyəcək. Deməli, cavab olacaq A variantı. Baxaq 76-cı suala. Uzunluğu 12 sm-ə bərabər olan düzbucaqlı 4 bərabər düzbucaqlıya bölünübdür. Yəni, buradakı düzbucaqların hamısı bir-birinə bərabərdir. Eyni düzbucaqlılardır. Yəni, tərəfləri eynidir. İndi bölmə nəticəsində alınmış hər bir düzbucaqlının perimetri. Yəni, burada alınmış 4 düzbucaqlının perimetri, hərəsinin perimetri neçədir də? Hətta bunu biraz yaxınlaşdıraq. Belə işləyək. Bunda biraz belə eləyək. Deməli, indi fikir verin. Baxın, buradakı uzunluq, bax, bu 2 dənə n-in cəminə bərabərdir. Yəni, bura x, burada x desək, deməli, bura 2x olur. Yəni, burada 2x olur da. Yəni, bu düzbucaqlılar da eynidirsə, deməli, tapdıq ki, uzunluq n-dən 2 dəfə böyükdür. Burada 2x olacaq uzunluq. Bura x-dir, burada x-dir. İndi bizə başda nə demişdi? Bizə başda onu demişdi ki, uzunluğu 12 sm-ə bərabər olan düzbucaqlı. Yəni, buradakı uzunluq 12 sm-dir. Həmin uzunluq 12 sm-dirsə, deməli, biz onu başa düşürük ki, x topla 2x topla x, yəni 4x bərabərdir 12-yə. Deməli, tapdıq ki, x 3 imiş 12 bölü 4-dən. X 3-dürsə, alınmış hər bir düzbucaqlının perimetri. Yəni, n-lər x idi, uzunluqlar 2x idi hər bir düzbucaqlıda. Deməli, 2 vurulsun perimetr düzdür. 3 üstəgəl 2x də 6 olacaq da. Yəni, n3 uzunluq 6. Deməli, olacaq perimetrləri, onların hər birinin perimetri 18. Cavab olacaq C bəndi. İndi baxaq 77-ci suala. Birinci üzv 2-yə bərabər olan hər sonrakı üzvü isə əvvəlki üzvdən 2 dəfə, yaxud 5 qədər artıq olan ardıcıllıq verilmişdir. Bu ardıcıllığın maksimum neçə üzvü 20-dən az ola bilər? İndi. Deyir ki, birinci üzv 2-dir, hər sonrakı üzv isə əvvəlki üzvdən ya 2 dəfə artıqdır, yəni ya 2-yə vururuq, ya da üstünə 5 gəlirik. Və deyir ki, bu ardıcıllığın maksimum neçə üzvü 20-dən az ola bilər? 20-dən az olmağını istəyirsə bizə üzvlərin, maksimum sayda üzvün, deməli, bacardığımız qədər hər dəfə artımı az eləməliyik ki, az artaq və daha çox üzvümüz 20-dən az olsun. Onda birinci üzvü konkret bilirik 2-dir. İndi 2-yə vursaqmı, yoxsa üstünə 5 mi gəlsək daha az artırmış olarıq? Təbii ki, 2-yə vuranda, üstünə 5 gələndə 7 olacaq, 2-yə vuranda, deməli, ikinci üzvümüz 4 olsun. İndi bunu 2-yə vursaqmı, yoxsa üstünə 5 mi gəlsək daha az artırmış olarıq və daha çox üzvümüz 20-dən az olmuş olar. İndi təbii ki, 2-yə vursaq, çünki 2-yə vuranda 8 olur, amma üstünə 5 gələndə 9 olur. Yəni, bu üzvümüz 5-dən artıq olmadıqca 2-yə vuranda daha az artırmış olacaq. İndi 8, artıq bundan sonra üstünə 5 gələndə daha az artıracaq. Çünki 8-i 2-yə vuranda ilə 8 qədər artırmış olduqda 16 olur. Üstünə 5 gələndə isə 13 olacaq, deməli 13. İndi yenə artıq üstünə 5 gəlməklə daha az artırırıq, 18. Yəni, artıq üstünə 5 də gəlsək, 2-yə də vursaq, fərqi yoxdur, 20-ni keçmiş oluruq. Deməli, maksimum 5 sayda üzv 20-dən az olacaq. Deməli, cavab olacaq C bəndi. Baxaq 78-ci suala. N və M natural ədədlərdir. N-i M-ə bölərkən alınan qalıq 4-ə bərabərdir. N üstəgəl 2-yi M-ə bölərkən alınan qalıq sadalanlardan nəyə bərabər ola bilər? Aha, maraqlı bir sualdır. İndi yazaq belə, N-i M-ə bölərkən cavabın nə olduğunu bilmirik. Sadəcə onu bildik ki, qalıq 4-dür. İndi, qalıq biz onu bilməliyik ki, bölmədən onu bilməliyik ki, qalıqlı bölmədən. Bölən həmişə qalıqdan böyük olmalıdır. Bölən həmişə qalıqdan böyük olmalıdır. İndi, yəni M mütləq şəkildə 4-dən böyük olmalıdır ki, 4-dən böyük natural ədəd olmalıdır ki, onun qalığı 4-ə bərabər olsun. Ədədi 4-ə, 3-ə, 2-yə, 1-ə böləndə qalıq heç 4 ola bilərmi? Deməli, M minimum 5 olmalıdır və 4-dən böyük olan natural ədədlər 5, 6, 7, 8 bunlar ola bilər. İndi deyir ki, N üstəgəl 2-yi M-ə bölərkən alınan qalıq sadalanlardan nəyə bərabər ola bilər? İndi, əgər M dedik ki, məsəl üçün 6 olsa N, M 6 olsa, N-in üstünə 2 gələndə artıq qalıq olmamış olacaq. Çünki 6-ya böləndə qalıq 4-ə bərabər idisə,
n-in üstünə 2 gələndə 6-ya böləndə artıq qalıq 0 olacaq. Həmin 4-ü tamamlayacaq 6-ya. Yəni qismətimiz bir vahid artmış olur. M6 olanda. M7 olanda ədədi 7-yə böləndə qalıq 4 alınırsa, ondan 2 vahid sonrakı ədəddə böləndə qalıq 6 alınacaq. Niyə? Həmin qalığı artıq 7-yə tamamlaya bilmirik. M8 olanda da eyni şey olacaq. Qalıq 4 alınırsa, n-in üstünə 2 gələndə 6-ya böləndə qalıq 6 alınacaq. Daha doğrusu 8-ə böləndə qalıq 6 alınacaq. 9 olanda da 10 olanda da heç bir şey dəyişmir. Fikir verin, amma heç bir cavab yoxdur. Deməli, bizə m mütləq şəkildə 5 olmalıdır. Çünki qalıq 0 və yaxud da qalıq 6 heç bir cavabda yoxdur. M 5 olanda isə nətər olacaq? M 5-dirsə əgər, M 5-dirsə, deməli, n-i m-ə böləndə qalıq 4 alınırsa, yəni ədədi 5-ə böləndə qalıq 4 alınırsa, üstünə 2 gələndə qalıq neçə olacaq? Biz bilirik ki, üstünə 1 gələndə, yəni n-in üstünə 1 gələndə artıq qalıq 0 alınacaqdı. Qalıqsız bölünəcəkdi. Niyə? Qalıq 4 alınırdısa, üstünə 1 gələndə artıq qalıq 0 olacaq. O 4-ü 5-ə tamamlayırıq və qismət bir vahid artmış olur. İndi bunun da üstünə 1 gələndə, yəni toplam n-in üstünə 2 gəlmiş oluruq. Artıq o 1-də qalıq olmuş olur. Yalnız və yalnız qalıq 1 ola bilər. 0 və 6-dan başqa. İndi 79-cu sual. Bərabəryanlı üçbucağın oturacağının uzunluğu üçbucağın perimetrinin 7-də 3 hissəsini təşkil edir. Yanının uzunluğu oturacağının uzunluğunun hansı hissəsini təşkil edir? İndi bərabəryanlı oturacağın uzunluğu perimetrin 7-də 3-üdür. Deməli, perimetr P olsa, oturacaq nəyə bərabər olacaq? Oturacaq onun 7-də 3 hissəsi perimetrin. 7-də 3 P. İndi bilirik ki, geriyə qalan iki yan tərəfdə bir-birinə bərabərdir. Onda gəlin perimetrdən oturacağın uzunluğunu çıxaq. P-dən 7-də 3P çıxaq və onu da 2-yə bölək. İndi P-ni məxrəci 7 olan bir şəkildə göstərmək üçün bu 7-də 7P-dən, yəni bir dənə P-dir. Onu da 7-də 7P kimi yaza bilərik. 7-də 7P-dən 7-də 3P çıxanda 7-də 4P eləyir. Böl 2. O da bərabərdir. 2-yə böləndə bu 2 ixtisar gedəcək. Burada 2 qalacaq. Deməli olacaq 7-də 2P. Yan tərəfin uzunluğu deməli 7-də 2P-dir. Həqiqətən 7-də 2P, 7-də 2P, 7-də 3P toplayanda P eləyir. İndi deyir ki, yanının, yəni yan tərəfinin uzunluğunun oturacağın uzunluğunun hansı hissəsini təşkil edir? Bir ədəd digərinin hansı hissəsini təşkil edəndə nə edirik? Həmin ədədi bölürük digərinə. 7-də 2P oturacağın uzunluğu neçə idi? 7-də 3P. O da bu P'lər ixtisar getdi. 7-lər hər ikisi məxrəcdə ixtisar getdi. 2 böl 3. Deməli, 3 də 2 hissəsini təşkil edirmiş. Təbii ki, bu sualda götürüb yerinə ədəd qoya bilərsiniz. Elə ədəd qoyun ki, 7-də 3 hissəsini tapanda, yəni perimetr ilə bir şey qoyun ki, 7-yə qalıqsız bölünsün. Məsəl üçün 21. Deyəsiniz ki, 21-in 7-də 3 hissəsi, yəni oturacaq neçədir? Bunlar ixtisar gedəcək, qalacaq 9. 21-dən 9 bölüb 2-yə böləsiniz. Yanının uzunluğu olacaq 6. 6-yı da 9-a böləsiniz 3-də 2. Təbii ki, bu ancaq bir dənə hal üçün göstərmiş olduq. Amma dəyişənlə göstərəndə bir dəfəlik, yəni istənilən bu belə bərabəryanlı üçbucaq üçün göstərmiş olduq ki, həmin nisbət 3-də 2-yə bərabər. Yəni, bu daha sadə variantdır. Amma bu daha həmin tipli sualları həmişə yaza biləcəyiniz variantdır. İndi 80-ə baxaq. Bazadan konteynerləri yük avtomobilləri ilə çıxarmaq mümkündür. Hər maşınla maksimum 2 konteyner. Operator 4 şirkətə məxsus olan 8 konteyneri çıxarmaq üçün konteynerləri yük maşınlarına elə yerləşdirməlidir ki, müxtəlif şirkətlərin konteynerləri bir yük maşınında olmasın. Operatorun hökmən konteynerləri yerləşdirməsi üçün minimum neçə yük maşını lazımdır? İndi biz bilirik 4 dənə şirkət var, 8 dənə konteyner var və istəmirik ki, bir maşında 2 fərqli şirkətin konteyneri olsun və bir maşına da maksimum 2 dənə yerləşdirmək olur. Amma həmin 4 şirkətin hərəsinin neçə konteyneri olduğu haqqında bir məlumatımız yoxdur. İndi deyir ki, neçə maşın olsun ki, biz tam əmin olaq ki, yəni istənilən variant üçün, yəni şirkətlərin istənilən sayda konteyner üçün, cəmi 8 olan, istənilən bir variant üçün
Yəni mütləq bilək ki, yəni qarantiya bilək ki, yəni o konteynerləri iki şirkətin konteyneri bir maşında olmayacaq şəkildə yerləşdirə bilərik. Biz baxmalıyıq ki, hər bir şirkətə 8 konteyner necə paylamaq olar? Ən azı hərəsindən bir dənə konteyner olmalıdır. Çünki 4 şirkətə məxsus deyir 8 konteyner. Deməli, ya o konteynerlər 1, 1, 1 də 5 olmalıdır. Yəni hər şirkətin 3 dənə şirkətin bir dənə konteyner olsun. Fərqi yoxdur hansıdır. Birinin də 5 dənə konteyner olsun. Və yaxud da indi bunlardan birini bir vahid artıraq bu birlərin. Yəni o biri 2 olsun. Geri qalan 1, 1 azaltmağı da mütləq 5-dən eləməliyik. 1-dən azalda bilmərik, 0 olacaq. Çünki 4. İndi birini yenə artıraq 2 olsun. Onda belə ola bilər. 2, 2, 1, 3. O 1-dən yenə azaltdıq. İndi başqa nə edə bilərik? Bu 1-i də yenə artırıb 3-dən azaldanda artıq bərabər sayda konteyner olmuş olur. 2, 2 və 2. Və yaxud da son bir variant var. O da nədir? 2-ni burada bir vahid azaldırıq. Bu 2-yə veririk. O da nə olacaq? 3, 3, 1, 1. Yəni baxdığınız zaman burada başqa bir variant çıxmır. Yəni bu 8 konteyneri 4 şirkətə necə paylamaq olar? Ona aid başqa bir variant çıxmayacaq. İndi fikir verin. Məsəl üçün buradakıları daşımaq üçün neçə dənə yük maşını lazımdır? Hər şirkətin konteyneri ayrı yük maşınlarına qoymalı. Yəni bu birləri bir yerə qoya bilmərik. Hər maşın 2 dənə konteyner götürsə də. Deməli, burada bir konteyner, bir maşın buna, bir maşın buna, bir maşın buna. Yəni 1 üstəgəl 1, üstəgəl 1 və bu 5 dənə konteynerdə daşımaq üçün eyni şirkətin konteynerində bunlar neçə dənə maşın lazımdır? 3 dənə maşın lazımdır. 2 dənəsi kifayət eləməyəcək. Deməli 6 maşın lazım olur. Buradakı vəziyyətdə bir maşın, bir maşın, bir maşın, buna da 2 maşın lazımdır. Yəni 5 maşın lazım olur. Buradakı vəziyyətdə bir maşın, bir maşın, bir maşın, 2 maşın da bura lazım olur. Yenə 5 maşın lazım olur. Burada artıq 4 dənə maşın lazım olur. Hərəsini bir maşına yükləsək. Burada neçə maşın? Buna 2, buna 2, buna 1, buna 1. Yəni yenə 6 konteyner, 6 maşın lazım olur. Fikir verirsinizmi? Hər şirkətlərin nə qədər ki çoxunda tək sayda konteyner var, bir o qədər daha çox maşın lazım olur. Fikir verin, burada 4 dənə şirkətdə də 4-də də tək saylı konteyner var idi və 6 dənə lazım oldu. İndi o təkin birini cüt eləyəndən sonra maşınların sayı bir vahid azaldı. Yəni 2 tək, 2 cüt üçün 5 konteyner, 2 tək, 2 dənə cüt üçün 5 konteyner, 4 dənə cüt üçün 4 konteyner, 2 tək, daha doğrusu 4 dənə tək üçün başdakı nümunə kimi yenə 6 konteyner lazım olacaq. Yəni 4 dənə ədədi cəmi 8 olacaq şəkildə başqa paylamaq olmaz ki, ya 4'ü də cüt olmalıdır, ya 4 də tək olmalıdır, ya da ikisi tək, ikisi cüt olmalıdır. Artıq 3 cüt 1 tək, 3 tək 1 cüt formasında eləyə bilmərik. Çünki bilirik ki, oradakı 3 cüt üstəgəl 1 təklə 3 tək, üstəgəl 1 cütün cəmi cüt eləyə bilməz. Yəni 8 sayda konteyner eləyə bilməz. Niyə? Çünki bura cüt ədəd olacaq. Cütün üstünə tək gələndə mütləq şəkildə tək olacaq. 8 ola bilməz. Burada da bura tək ədəd olacaq. Təkin üstünə cüt gələndə tək ədəd olacaq. 8 eləyə bilməz. Deməli, operatorun hökmən, yəni mütləq şəkildə konteynerləri yerləşdirməsi üçün ən azı 6 dənə lazımdır ki, yəni biz mütləq şəkildə bilək ki, fərqi yoxdur, nə vəziyyətdə gəlir gəlsin o şirkətdəki konteynerlərin sayı, biz mütləq şəkildə yerləşdirə biləcəyik, yəni hökmən yerləşdirə biləcəyik onu maşınlara. Deməli, cavab C-dir. Bununla da biz 2018-ci ilin ümumi qabiliyyət imtahanı riyazi hissəsinin suallarını yekunlaşdırdıq. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.